İbrahim bəy Musəbəyev, Neft və Milyonlar səltənətində. Yaxşıya yaxşı, pisə pis hər kəs deyir, hər kəs söyləyir. Lakin yaxşıya səy edib pisdən nifrət edirmi və ya edə bilirmi? Nə qədər gözəl əxlaqlı bir adamı götür, sal bir pis vəsətə. Bədəxlaq adamların mühitinə. Bir az vaxtdan sonra görərsən ki, onun əxlaqı çevrildi, bədəxlaq oldu. Öz evini də yıxdı, qeyrilərinin də. Odur ki, hər kəsi bədəxlaq görüb də bil külliyə onun özünü müqəssir eləməyə bizim haqqımız yoxdur. Çünki təqsir onun təqsiri deyil, ancaq vəsətin, mühitin və tərbiyənin təqsiridir. Belə adamlardan birisi də Cəlil ağa idi. Cəlil bu şəhərində bir fağır kişinin oğlu idi. Cəlilin 6 yaşı tamam olanda onun atası mərhum olmuşdu. Onun anası Zəhra isə çopur və bir gözü də kör olduğu üçün heç kəs daha onu almadı. Odur ki, Zəhra öz şəhərlərində onun bunun qapısında işləyib bir güc ilə özünün və balasının çörəyini qazanırdı. Bədbəxt Cəlil hər gün sabah tezdən durub, ayaqyalın başı açıq anasının dalınca onun bunun qapısına gedərdi. Bu minval ilə Cəlil 9 yaşına çatdı. İndi o anasına iş tutmağa daha çox mane olduğu üçün anası Zəhra onu qoy başımdan rədd olsun deyə aparıb məscid məktəbinə qoydu ki, orada oxusun. Cəlil hərçənd məktəbə gedib gəlirdi, ancaq oxuduğu bir şey yox idi. Çünki molla köhnə qayda ilə dərs verirdi. Bir il böyle keçdi. İkinci ildən Cəlil çox vaxtı məktəbə də gəlməyib, vaxtını yolda qeyri uşaqlarla keçirərdi. Molla neçə dəfələrlə bunu deyərdi ki, hər gün məktəbə gəlsin, dərs oxusun. Ancaq Cəlilə belə şeylər təsir eləməzdi. 2 il bu minval ilə keçdi. Axırda bunun əlindən molla təngə gəlib, onu məktəbdən kənar elədi. Savaşardı və çox vaxtı da başı yarılmış, paltarı cırılmış anasının üstünə gələrdi. Axırda bunun nadincliyindən anası da bezar olub onu bir dükancı yanına xidmətçi qoydu. İndi Cəlil hər gün sabah yerindən duran kimi dükana gəlib qulluq edərdi və dükanın qabağını süpürüb sulayardı. Həmin dükanda Cəlildən başqa Qurban adlı bir xidmətçi daha var idi. Qurban 38 ya 40 yaşında bir ağıllı, doğru və adil bir adam idi və neçə illərlə həmin bu dükanda qulluq edərdi. Qurbanın Cəlilə rəhmi gəldiyindən həmişə ona nəsihət edib, dükan işlərini və alış-veriş yollarını ona öyrədərdi. Axşamlar isə dükan bağlananda Qurban Cəlili özü ilə bərabər aparıb anasına tapşırardı. 4 il Cəlil bu dükanda qulluq edəndən sonra bunun anası Zəhra mərhum oldu. Bu zaman Cəlilin 15 yaşı vardı. Anasının nə günə dəfn olmağının başarmadığından gəlib Qurbana xəbər verdi. Qurban bu xəbəri alan kimi pul götürüb Cəlilin evinə getdi və onun anasını dəfn elətdi. Bu gündən sonra Qurban Cəlilə yoldaşlıq yox, bəlkə də atalıq edərdi. Həmişə onu özü ilə bərabər nahara əyləşdirərdi, nəsihət edərdi və axşamlar da özü ilə bahəm aparıb evinə ötürərdi. Cəlilin Əhməd adlı bir qonşusu vardı. Əhməd qoca və fəqir adam idi. Neçə il idi ki, onun arvadı ölmüşdü. Əhmədin Şəfiqə adlı bir qızı var idi. Şəfiqənin anası öləndən sonra Əhməd bir daha evlənməyi özünə artıq bilib, daimi onun tərbiyəsi ilə özü məşğul olardı. Axşamlar Cəlil evə gələndə ya Əhməd kişi onun yanına söhbətə gələrdi və yayın ki, Cəlil bunlara gəlib, Əhməd ilə oturub biraz vaxtını keçirərdi. Hər halda Əhməd kişi də Qurban kimi Cəlilə nəsihət edərdi ki, o yaxşı olsun və öz kamalı ilə özünə bir parça çörək qazansın. Cəlil də bunların hər ikisinin xatirlərini çox sevərdi və həmişə bunlar deyən kimi dolanardı. Cəlilin anası Balaxana kəndindən idi və o vaxtı ərə gələndə atası ona həmin kənddə 2 disyatin yer vermişdi. O yeri Zəhra satmayıb, balası Cəlilə saxlamışdı. Zəhra bu yeri bəlkə də satardı, ancaq o zaman bu yerə heç kəs bir qəpik pul verməzdi. Həmin yeri Cəlil özü də heç tanımazdı və xəyalına da gətirməzdi ki, bir zaman bu yer artıq pula gedər. Ancaq axır vaxtlarda həmin yerin ətrafında neft mədənləri əmələ gəlmişdi. Odur ki, bu yerdə yavaş-yavaş qiymətlənirdi. Bu zaman Cəlil istəyirdi ki, bu yeri satıb özü üçün bir dükan açsın və canını gədalıqdan qurtarsın. Ancaq Əhməd kişi ilə Qurban bunu məsləhət görməmişdilər. Odur ki, həmin yer hələ onun ixtiyarında idi. Bir gün Cəlil öz evinin qabağında oturmuşdu. Bir də gördü ki, aşağıdan bir fayton gəlir. Fayton biraz yuxarıya gələndə ondan bir adam yerə düşüb dedi: "Burada bir Cəlil adlı oğlan var. Onun evi haradadır?" Bu sualı Cəlil eşidən kimi cəld yerindən durub həmin adamın yanına getdi və dedi ki,
Axtardığı Cəlil özüdür. Cəlili tanıyandan sonra həmin adam əlini onun çiyninə qoyub dedi ki, oğlan, mən görürəm sən bir yaxşı və ağıllı cavansan. Özün də kasıbsan. Sənin Balaxanı kəndində 2 disyat yerin var. Gəl sən onu mənə sat. Aldığın pullar ilə alış-veriş elə, çörək qazan. Cəlil cavab verdi ki, heç vaxt yerini satmayacaqdır. Bu cavabı aldıqda həmin adam dedi ki, qorxma, sən qiymətini de. Nə qədər istəyirsən, mən sənə pul verərəm. Cəlil Əhməd kişi ilə Qurbanın sözlərini yadına salıb cavab verdi ki, yerini satmayacaqdır. Ancaq bir hissəsini ortaqlı neft üçün verə bilər. Bu sözləri Cəlildən eşidən kimi adam dedi ki, yaxşı, mən razıyam. Sabah gəl filan notariusun kontoruna. Orada bağlaşaq. Bu işə bunlar hər ikisi razı olub ayrıldılar. Bu adam Lütfəli bəy idi. Bu şəhərində məşhur dövlətlilərdən hesab olunurdu. Lütfəli bəy uzun boylu, qurcaq saçlı, şirin dilli və natiq bir adam idi. Hər kəs bununla bir ya 2 dəfə həm məclis və həm söhbət olsaydı, yəqin onu sevərdi. Hərçənd Lütfəli dövlət dağıdan adam deyildi. Ancaq yenə məqam düşəndə içkidən, qumardan dala durmazdı. Hər bir şey, hər bir əməl, yaxşı ya pis insanda getdikcə artdığı kimi, Lütfəlinin də içki içməyi və qumar oynamağı axır vaxtlarda artmaqda və kök salmaqda idi. Odur ki, Lütfəli bəy indi daha içkisiz nahar edə bilməzdi və qumarsız da vaxt keçirə bilməzdi. Bunlardan başqa, Lütfəli bəydə qeyri-nöqsanlar da yenə vardı. Lütfəli bəy xain, zalım, bəxil və duruq bir adam idi. Xüsusi mənfəəti üçün nəinki dostunu, bəlkə də namusunu satardı. Sabahı gün Lütfəli ilə Cəlil notarius ilə bağlaşdılar. Biraz zamandan sonra Lütfəli həmin yerdə buruq qoymağa başladı. Bu zaman Cəlilin bir yerə ümidi olmadığından yenə həmin dükanda xidmətçi idi və ayda 30 manat məvacib alırdı. Çünki daha uşaq deyildi. Bunun indi 21 sinni vardı. Axşamlar isə gah Qurban, gah da Əhməd kişi ilə oturub çay içərdilər və söhbət edərdilər. 2 ayda belə keçdi. Bir gün Cəlil dükanın qabağında durmuşdu. Bir də gördü ki, Lütfəli bəyin nökəri bunun yanına gəlib dedi ki, ağa muştuluğumu ver, sənin yerindən neft fəvvarə edib. Əvvəl zavallı Cəlil bu sözə inanmadı və özü telefon ilə Lütfəli bəydən əhvalatı xəbər aldı. Xülasə, bugündən xidmətçi Cəlil oldu Cəlil ağa. İndi bu, Avropa libasında qeyrilər kimi gah faytonda, gah da avtomobildə öz işlərinin üstünə gedib gəlirdi. Biraz zamandan sonra Cəlil ağa özünə şəhərin ən gözəl yerində neçə evlər də almışdı. Cəlil ağa dövlətə nail olandan sonra özünü belə dolandırırdı ki, ümdə tacirlər ona maşallah deyib başına and içərdilər. Bu, nə içki içərdi, nə də qumar oynayardı və gecələr də vaxt keçirmək üçün ya özü tacirləri dəvət edərdi, ya da özü onların evinə gedib vaxtını keçirərdi. Birazdan sonra Cəlil özü yerinin qeyri tərəfində buruq qoymuşdu və o yerdən də neft fontan edirdi. Bu zaman dövlət onun başından aşıb daşırdı. Neft yerlərindən başqa Cəlil ağa özünə paraxodlar da almışdı. Cəlil ağa özü keçmişdə fəqir olduğundan çox rəhimli idi və harada bir ittifaq düşsəydi, fəqirlərə, əlsizlərə küllü miqdarda kömək edərdi. Odur ki, Allah da onun dövlətini, cəlalını günü-gündən artıq edirdi. Cəlil dövlət sahibi olan kimi özü ilə bərabər dükanda qulluq edən Qurbanı da yanına çağırıb artıq hörmət və məvacib ilə saxlamışdı və hər vaxt bir iş tutanda ona məsləhət edərdi və xeyir də tapardı. Qurban isə Cəlilə artıq məhəbbət və sədaqət ilə qulluq edərdi. Cəlil ağanın indi 25 sinni vardı, ancaq hələ evli deyildi. Odur ki, Qurban hər axşam oturub söhbət edəndə ona deyərdi ki, bircə de görüm Allah qoysa toy nə vaxt edəcəksən. Cəlil ağa isə cavab verərdi ki, Qurban əmi qorxma, daha az qalıb, bu yoğuq zamanlarda edəcəyəm. Bir gün sübh vaxtı Cəlil ağa evdən iş üstə gedəcəkdi. Qurban gəlib buna xəbər verdi ki, ağa, bugün bazardan mənə xəbər verdilər ki, sənin keçmiş qonşun Əhməd kişi neçə həftə bundan əvvəl vəfat edib. Bu xəbəri eşitcək Cəlil ağa Qurbana dedi ki, Qurban, bəs onun qızı Şəfiqə necə olub? Yəqin ki, o çox çətinliklə dolanır. Bu saat gərək mən gedib onun əhvalından xəbərdar olam və kömək edəm. Xəbər elə avtomobil hazır olsun. Birazdan sonra Cəlil ağanın avtomobili Əhməd kişinin evinin qabağında dayandı. Cəlil ağa düz evə üst tutdu. Cəlil ağa həyətə girəndə Şəfiqə qapının qabağında oturub nə isə özgə üçün tikirdi. Bunu görcək cəld yerindən durub evə girdi. Cəlil isə bunu gözəlcə görmüşdü. Şəfiqə indi daha uşaq deyildi, onun 18 sinni vardı.
Onun bədirlənmiş ay kimi gözəl üzünü, arxası dolusu qara və uzun saçlarını, qələm ilə çəkilmiş kimi qaşlarını, uzun və sıx kirpiklərinin altında qara və parlaq gözlərini, mərmər kimi ağ üzündə olan çökəklərini gördükdə Cəlil ağa məhbud qaldı və birdən-birə onu sevdi, aşiq oldu. Cəlil ağa biraz irəliyə gedib dedi ki, Şəfiqə, məni tanıyırsanmı? Mən Cəliləm, eşitdim ki, sənin atan Əhməd kişi ölüb. Gəldim ki, sənin əhvalından baxəbər olub. Sənə kömək edim. Necə dolanırsan? Şəfiqə cavab verdi ki, qeyriləri üçün paltar tikib dolanıram. Bu sözləri Cəlil ağa eşidən kimi cibindən 500 manat pul çıxarıb daşın üstə qoydu və dedi: Şəfiqə, mən gedirəm, gəl bu pulları götür. Mən sənə yenə pul verəcəyəm. Qorxma, səni unutmaram. Bu sözlərdən sonra Cəlil ağa həyətdən çıxdı. Şəfiqə isə yüyürüb Cəlili bir daha görmək istədi. Cəlil ağa avtomobildə oturub evlərinə gələndə öz-özünə söz verdi ki, qız, səni nə günə olsa alacağam. Cəlil ağa evə gəlib məxmər sandalyanın üstündə əyləşib, bir əli ilə alnını sığal edə fikrə getdi. O Şəfiqənin gözəlliyini fikir elədiyi kimi özünün indiki cəlalını da yad elədi və dedi: Əgər mən Şəfiqəni alsam, xalq mənə nə deyər? Qız bir fəqir kişinin qızı, ancaq mən belə milyonçu. Mənə eyib edəcəklər. Halbuki bunda heç bir eyib yoxdur. Bunlar hamısı boş-boş sözlərdir. Arvad kişinin adı ilə adlanır. Kişi özü dövlətli varlı olsun. Arvadın dövlətindən nə olacaq? Bu sözlərdən sonra Cəlil ağa özünə bir daha söz verdi ki, bu barədə xalqın sözünə qulaq asmayıb, nə günə olsa Şəfiqəni alacağam. Bu əhvalatdan bir ay keçdi. Cəlil ağa Şəfiqəni öz evinə gətirdi və Şəfiqənin heç kəsi olmadığından öz evində toy edib onu özünə nigah elədi. İndi Cəlil ağa qapısını hər vaxt və hər kəsə açardı və onun süfrəsində özündən başqa daim qeyrilər də nahar edərdilər. Bunun evində hər kəs gəldiyi kimi, bunun şəriki Lütfəli bəy də gəlib gedərdi və Lütfəlinin də xatirini Cəlil ağa çox istərdi. Son vaxtlar Lütfəli bəylə Cəlil ağa belə yavuq, belə mehriban dost olmuşdular ki, Cəlil ağa Şəfiqəni də ondan gizlətməzdi və Lütfəli daim bunları xüsusi süfrələrində oturub nahar edərdi və dost yox, qardaş hesab olunardı. Şəfiqəni əvvəlinci dəfə görəndə Lütfəli bəy ona aşiq olmuşdu. Onun məhəbbəti gecə və gündüz onu narahat edərdi və o həmişə öz-özünə deyərdi ki, əgər mən evlənsəm, Şəfiqədən başqa dünyada heç kim səni almayacağam. Çox gecələri sübhə kimi Lütfəli bəy yuxusuz keçirirdi və əgər yuxu onu həlak edib aparırdısa, dərhal Şəfiqənin əksini o yuxuda görüb dəli kimi yerindən qalxardı. Şəfiqəni görüncə Cəlil ağaya dost deyən və az-çox sədaqət ilə dolanan Lütfəli bəy indi ona düşmən gözü ilə baxardı. Ancaq şikar pələng caynağında olduğundan tülkü kimi həmişə hiylə qurardı ki, şikarı oğurlasın. Yayın ki, şikardan bir pay alsın. Həmişə Lütfəli öz-özünə deyərdi ki, nə edim? İçki içməz, qumar oynamaz, şantana getməz. Bəs mən nə günə bunun evini yıxım ki, dövləti də mənə qalsın, arvadı da. Odur ki, Lütfəli bəy həmişə Cəlil ağaya içkini tərif edirdi və yalvarırdı ki, onunla içsin. Lakin arzusuna nail olmazdı. Bir gün Cəlil ağa nədənsə bərk qeyzlənib evə gəlmişdi və arvadının və uşaqlarının yanına gedib görüşməmiş, kabinetində oturub fikrə getmişdi. Qurban bu xəbəri gəlib xanımına əyan elədi. Şəfiqə isə durub cəld bunun yanına gedib istədi ki, onun üz və gözlərini sığal edib könlünü açsın. Cəlil ağa isə bu 2 ildə əvvəlinci dəfə olaraq Şəfiqənin üzünə baxmayıb dedi: Məndən xilas ol, get nahar et, məni gözləmə. Biçarə Şəfiqə ölü kimi dala qayıdıb buyurdu ki, naharı versinlər və uşaqlarını başına yığıb əvvəlinci dəfə olaraq Cəlilsiz nahara əyləşdi. Şəfiqə Cəlilin yanından çıxan kimi Lütfəli bəy salam verib qapıdan içəri girdi. Cəlil ağa bunu görəcək ağuşunu açıb üstünə getdi və onu ağuşuna alıb dedi: Ah Lütfəli, sən bilsən əgər məni necə şad elədin, qəm-qüssə məni partladırdı. Bircə de görüm bu nə haldır, nə olub sənə? Doğrusu onu mən sənə söyləməyəcəyəm və sən də bir daha məndən sorma. Daha bundan nə çıxdı, bu dostluq olmadı ki? Lütfəli, bircə de görüm nahar edibsən ya yox? Yox, bəs sən? Mən də yox, bu saat bərabər edərik deyib zəng çaldı. Qurban daxil olub, ağa, nə buyurursan dedi. Xanıma de ki, Lütfəli bəy də buradadır, bu saat nahara gəlirik. Qurban qapıdan çıxan kimi Lütfəli sordu ki, bircə mənə doğrusunu de görüm sənə nə olub? Mən səni heç belə görməmişəm. Ay kişi, qoy bunlar dursun, bircə mənə de görüm doğrudurmu ki, adam araq içəndə nə qədər qəmgin olur olsun, kefi açılır?
Bəs mən sənə yalan deyirəm, əlbəttə doğrudur. Belə olanda qardaş, mən də bugün səninlə araq içəcəyəm. Bu sözləri Lütfəli eşidən kimi neft tökülmüş lampa kimi şadlığından işıqlanıb güldü və dedi: Sən Allah, doğrumu deyirsən? Sənnənmi bu sözləri eşidirəm? Bəli, doğru deyirəm. Bu saat sən özün görərsən. Bu halda Qurban daxil olub, ağa, nahar hazırdır dedi və dostlar qol boyun olub nahara getdilər. Yemək otağına daxil olanda Lütfəli Şəfiqə xanıma salam verib, uşaqlara oxşayıb, dostu Cəlilin yanında əyləşdi və rumkanı bir görüb dedi: Bəs hanı sənin rumkan? Cəlil, Şəfiqə, bugün mən də biraz içəcəyəm, bir rumka da mənə ver dedi. Şəfiqə durub özü bir rumka da gətirdi və bunlar başladılar içməyə. Cəlil qabaqca arağı içib üzünü tarşaltdı. Çünki öyrənmədiyindən araq onun ağzını və boğazını yandırmışdı. Lütfəli isə buna baxıb öz-özünə deyirdi ki, əcəb oldu. Quş özü gəlib tora düşdü. İndi daha arzularıma yetişməyimə şübhəm yoxdur və bundan sonra sağ ol, Cəlilim deyib içdi və yemək yedi. Bəs sən deyirdin araq çox yaxşı içkidir. Bu nə acı imiş, az qaldı gözlərim çıxsın. Qorxma, bu saat görərsən səni necə yaxşı edəcək və həmin bəyənmədiyin acılıq sənə gələcəkdə necə ləzzət verəcək. İndi əzizim bir də içək deyib rumkaları bir daha doldurdu. Xülasə bunlar 2-3 rumka içəndən sonra Cəlil ağanın kefi açılıb başladı söhbət və zarafat etməyə. Birazdan sonra Lütfəli özü üçün bir rumka da araq töküb, sağ ol dostum deyib içdi və sonra dedi ki, bağışla, mən sənə təklif eləmədim, çünki sən hələ öyrənməmsən. Araq öz işini görmüşdü, şikarını dəhşətli caynaqlarına almışdı. Ona görə də Cəlil ağa da zərər yox, indi bir daha mənimlə gərək içəsən dedi və bərkdən güldü. Lütfəli isə yaxşı, mən razıyam deyib rumkaları bir də doldurdu və onları toqquşdurub içdilər. Zavallı Şəfiqə Cəlilin belə açıldığını görüb çox şad oldu və bunun baisi Lütfəli olduğundan ürəyində ona xeyir dua elədi. Bədbəxt Şəfiqə daha burasını düşünməyirdi ki, gözəl güllər arasında zəhərli ilanlar yatıb. Daha burasını düşünməyirdi ki, bu şadlıqda, bu gülüşdə göz yaşı, acılıq, ayrılıq görünür. Daha burasını fikir eləməyirdi ki, bu şadlığın baisi olan araq onun özünü, özündən artıq sevdiyi kişisini və 2 gözü hesab olan balaları, Suğranı və Əlini məmat ağuşuna atır. Daha burasını anlamayırdı ki, öz ürəyində xeyir dua elədiyi adamın, yəni Lütfəlinin ürəyində nə günə, dəni və alçaq fikirlər və arzular dövr edirdi. Nahar qurtarandan sonra Lütfəli razılıq edib öz evinə getdi. Cəlil ağa isə Şəfiqəni və uşaqlarına busiyə edib rahat olmağa getdi. Haman gün axşam saat 7 idi. Lütfəli bəy yerindən qalxıb öz-özünə dedi ki, dayanmaq olmaz. Gərək mən nə günə olsa Cəlil ilə görüşəm. Bu fikir ilə libasını geyməmiş, telefona gedib Cəlil ağanın nömrəsini tələb elədi. Bu zaman Cəlil ağa yerindən qalxıb gördü ki, başı çox ağrıyır. Əllərini və üzünü yudu ki, sakit olsun. Lakin bundan bir xeyir olmadı. Balkona çıxdı ki, biraz hava alsın. Bu halda telefonun zəngini eşidib cavab verməyə içəriyə girdi. Danışan adam Lütfəli idi. Salamün əleyküm, axşamın xeyir olsun, halın necədir? Lütfəli, başım çox ağrıyır. Zərər yoxdur, Allah kömək olsun, araqdandır. Onun əlacı məndə, durma gəl bizə, mən bu saat əlac edim. Dostum, deyəsən heç gələ bilməyəcəyəm, çünki başım çox bərk ağrıyır. Yox, gərək gələsən. Mən ölüm, durma gəl, səni gözləyirəm. Mən ölüm deyirsən, gələcəm, ancaq halım çox pərişandır. Yarım saatdan sonra Cəlil ağa Lütfəlinin qapısının ağzında faytondan düşdü və Lütfəli isə qapını özü açıb, onunla qol boyun söhbət edə-edə onu düz yemək otağına gətirdi. Stolun üstə araq və zakuskalar hazır idi. Cəlil içəriyə girən kimi Lütfəli rumkaları doldurub dedi: Dost, sənin başının ağrısının dərmanı budur ki, sənə verirəm. Buyur içək. Cəlil əhvalatdan xəbəri olmadığından dedi ki, heç vaxt bir daha içməz. Lütfəli isə olmaz, sən eləsən, sən bilməyirsən, indi bir imtahan et, sonra nə günə istəyirsən özün bil dedi. Xülasə Cəlil ağa arağı içdi və gördü ki, doğrudan da başının ağrısı biraz kəsdi. Ona görə bir də, 2 də içdilər və Cəlil ağanın başının ağrısı lap yaxşı oldu və özü də buna təəccüb elədi və dedi: Ay kişi, dünyada və insanda nə qəribə hallar var imiş. Bir qədər burada oturub söhbət edəndən sonra Lütfəli Cəlil ilə gəzməyə getdilər və bir qədər hava alandan sonra bunlar həmişə bir yerdə nahar və axşam yeməyi yeyirdilər və günü-gündən araq Cəlilə artıq ləzzət verərdi, çünki araq da onun vücuduna təsir etmişdi. Bunlar 2 il belə vaxt keçirdilər.
Cəlil ağanın içki içdiyi hər kəsə daha məlum idi. Çünki daha kluba da gedərdi və klubda da yeyib içərdi. Odur ki, Lütfəli indi çalışırdı ki, ona qumarı da öyrətsin və öyrədirdi. Çünki bilirdi ki, Cəlil ağanın dövlətini yalnız bir içki dağıda bilməz və özü də mətləbə çatmaz. Bir gün Lütfəli Cəlilə dedi ki, dostum, daha gərək bugün oynayasan. Burada bir çətin iş yoxdur. Pul qoy, pul götür. Daha nə var? Haman gecə Cəlil ağa da qeyrilər kimi klubda oynayırdı və oyun qurtaranda 50.000 manat uduzmuşdu. Amma Lütfəli isə 60.000 manat aparmış idi. Oyundan sonra bunlar durub yeməyə əyləşdilər. Cəlil ağa bu gecə həmişəkindən də biraz artıq içdiyinə görə keyflənmişdi. Odur ki, dostu Lütfəli də fürsəti fota verməyib dedi ki, dur gedək kazinoya qəhvə içək. Sən kazinonu hələ görməmsən. Həmişə yox deyən Cəlil indi özü də şadlıqla bu işə razı oldu və bunlar buradan durub kazinoya getdilər. Kazinoda bunlar bir kabinetdə əyləşib 2 dənə qız da qonaq təklif etdilər və təzədən keyfə içməyə məşğul oldular. Bir qədər kabinetdə yeyib içəndən sonra Lütfəlidən sordu ki, fikrin nədir? Lütfəli cavab verdi ki, fikrim nə olacaq? Buradan durub nömrəyə gedəcəyik. Cəlil ağa burada keyfli olduğu halda zavallı Şəfiqə duz axtaran maral kimi o evdən bu evə, bu evdən o biri evə gedib gəlirdi və bir fayton ya avtomobil səsi eşidəndə pəncərələrin qabağına yüyürüb baxırdı. Biçarə Şəfiqə süpə kimi Cəlilin yolunu gözləyə-gözləyə qaldı. Axırda yuxu buna qalib gəlib, bihuş halda onu balası Suğranın balışının üstünə yıxdı. Şəfiqə yuxudan oyananda gördü ki, saat 8-dir, ancaq hələ Cəlil evə gəlməmişdir. Bu əvvəlinci gecə idi ki, Şəfiqə Cəlilsiz gecəni sabah eləmişdi. Sabahı gün Cəlil ağa gözlərini açanda özünü qeyri-aləmdə, bir qeyri-mühitdə gördü. Bunun yanında bir rus qızı yatmışdı. Onun saçları pərişan bir halda süd kimi ağ qollarına, mərmər kimi ağ sinə və döşlərinə, qələm ilə çəkilmiş kimi üzünə, gözlərinə və qaşlarına tökülmüşdü. Bunu belə yanında görəcək, Cəlil ağa fikirləşməyə başladı. Dünənki gün və keçirdiyi vaxt onun yadına duman kimi gəlirdi. Birazdan sonra onun yadına Şəfiqə və balaları düşdü. Bu halda o cəld yerindən qalxıb öz-özünə dedi ki, Allah, indi mən Şəfiqəyə nə cavab verəcəyəm? Ya Rəbb, bu nə işdir mən tutdum? Ömründə bir dəfə də olsa yalan danışmayan və danışan adamı da sevməyən Cəlil ağa indi məcbur idi ki, yalan danışsın. Odur ki, onu vicdan çox ağrıtdı. Cəlil ağa libasını əyninə geyə-geyə öz-özünə deyirdi ki, Allah, mən bu murdar dodaqlarım ilə Şəfiqənin pak müqəddəs ləblərini və üzünü bir daha necə busə edəcəyəm? Onu bu murdar ağuşuma necə alacağam? Bu fikirləri edə-edə Cəlil ağa özünü birdən güzgüdə gördü və öz-özündən qayət tutanıb başını aşağı saldı və bir daha güzgüyə baxmadı. Bu halda qız gözlərini açıb Cəlilə dedi ki, Cəlilçik, nə üçün belə tez durubsan? İndi ancaq aşpazlar yerindən durar. Gəl yataq, hələ tezdir. Cəlil isə bundan xəbər aldı ki, hanı mənim yoldaşım? Qız cavab verdi ki, qorxma, o da buradadır. Qeyri bir qızla yatıb, sonra gələcəklər, ancaq indi tezdir. Xülasə qız nə qədər çalışdısa, Cəlil bir daha yatmadı və bunu da təvəqqə ilə ayağa durğuzub Lütfəlini yanına çağırtdı. Bir qədərdən sonra Lütfəli bəy də öz yoldaşı ilə bu nömrəyə daxil olub soruşdu ki, ay kişi nə var, nə olub, niyə belə tez durubsan? Hələ saat 11 də deyil. Cəlil ağa isə bunun suallarına cavab verməyib bundan soruşdu ki, mən indi Şəfiqəyə nə cavab verim? Mən necə indi onun yanına gedim? Ay kişi, sən kefini çək, onun cavabı məndə. Müsəlman arvadını aldatmağa nə var? Yox, valla bu saat gərək deyəsən, yoxsa mən ölürəm. Ay kişi, deyərsən ki, klubda bir böyük adamı şəhər əhli qonaq edib yola salırdılar. Məndən də təvəqqə elədilər. Mən də onlarla oturdum və sonra da vaqon ilə neçə stansiya bərabər getdim. İndi də qayıtmışam, biraz da üz gözlərini sığal et, qurtarıb getsin. Axı bu olmayıb, mən bunu necə söyləyim? Bax əzizim, ya onu söylə və ya bunu. Özün bil. Bu əvvəlinci yalan idi ki, Cəlil ağa onu gərək deyəydi. Xülasə bu sözlərdən biraz sakit olub, Cəlil ağa dedi ki, indi dur gedək evimizə. Vaqon da gələn vaxtdır, bəlkə Şəfiqə bu sözlərə inana. Belə məlum ki, hələ vaqon bir dəfə gəlir. Sabah vaqon olmasın, axşam vaqon olsun. Lap yaxşı deyirsən. Bu da əvvəlinci yalan idi ki, Cəlil ağa onu tərif eləyirdi. Bəs indi fikrin nədir? Əzizim, mənim başım ağrıyır. Zənn edirəm ki, gərək sənin də başın ağrısın. Ona görə yerimdən duran kimi biraz zakuska filan zakaz etdim ki, başım ağrımasın. Bu saat xəbər verərlər, gedərik biraz yeyib içərik. Sonra ya Allah, düz evə. Yaxşı deməyirəmmi? Yaxşı deyirsən və yaxşı da eləmisən. Qapı bu halda
dəqqülbab oldu. Gəl əmrindən sonra xidmətçi daxil olub ərz elədi ki, ağa, buyurduğunuz zakuskalar hazırdır, buyurunuz. Haman gün saat 4 idi. Cəlil ağanı gözləyirdilər. Bir də qapıda bir avtomobil dayandı. Şəfiqə əvvəl elə hesab elədi ki, yenə gələn Lütfəlidir. Sonra gördü ki, avtomobildən düşən öz əridir. Dedi, suğra, suğra, atan gəldi, yüyür. Və özü də onun əlindən tutub Cəlil ağanın qabağına çıxdılar. Yarı yolda Cəlil ağa özünü bunlara yetirib, Suğranı ağuşuna aldı və Şəfiqənin əhvalını sordu. Cəlil ağa balaları ilə və məsum Şəfiqə ilə görüşəndən sonra Şəfiqə bundan soruşdu ki, harada idi və nə üçün gecə gəlmədi. Cəlil ağa biraz sükutdan sonra öz-özündən utana-utana əzbərlədiyi yalanları bircə-bircə söyləməyə başladı və sonra dedi, Şəfiqəm, məni bağışla, mən nahar eləməyəcəyəm. Çox yuxusuzam, biraz gərək rahat olam. Bu sözləri deyəndən sonra Cəlil durub yataq otağına getdi. Şəfiqə isə bunu rahat eləməyə gedib dedi ki, əzizim, səni inan ki, sübhə kimi gözlədim, gəlib çıxmadım. Şəfiqə, məni bağışla, sənə böyük əziyyət vermişəm. Bu sözlərdən sonra Şəfiqə bunu busə edib dedi, yat əzizim, yuxun şirin olsun və sonra yemək otağına gedib nahara əyləşdi. Cəlil ağa nə qədər çalışdısa da yuxlaya bilmədi, çünki ona vicdanı ağla sığışmayan dərəcədə əziyyət verirdi. Cəlil ağa deyirdi, bax, 24 saat bundan əvvəl mən nə idim və indi nə oldum. Qeyri-arvad ilə vaxt keçirdim, yalan dedim. Hələ bir günah da bu oldu ki, müqəddəs Şəfiqə o pak ləbləri ilə mənim bu murdar alnımı üzümü busə edəndə məcbur oldum, razı oldum. Ya Rəbb, bu nə bəla idi mən düçar oldum, bu nə günah idi mən etdim. Kaş bircə parça çörəyim olaydı, amma bayaqki kimi də pak və bir günah olaydım. Bu sözlərdən sonra Cəlil ağa öz-özünə söz verdi, bir daha belə günahları etməyəcək və bundan sonra axşamlar evdən çıxmayacaq və əgər çıxsa, Şəfiqə ilə bərabər gedəcək. Doğrudan da Cəlil ağa 2 aydan artıq axşamlar öz evindən bir yana çıxmayırdı və əgər bir yana gedərdisə, ancaq Şəfiqə ilə bərabər gedərdi. Bununla belə Cəlil ağa araq da içməyirdi. Lakin xain dost və damarlara təsir etmiş araq ona rahatlıq vermirdilər. Lütfəli bəy isə gecə-gündüz bu qəmi çəkirdi ki, Allah nə pis yerdə gün axşam oldu. Zalım oğlu zalım birdən-birə içkini və qumarı yerə qoydu və bununla belə mənim cəmi ümidlərimi bərbad etdi. Lütfəli bəy qəssab dükanının qabağını kəsib duran it kimi daim onun ətrafında dolanıb, həmişə eyş-işrətə dair söhbətlər ilə onun fikrində, həyatında olan gözəl-gözəl mənzərələri tərif etmək ilə onu yenə bayaqki kimi yaşamağa təhrik və təşviq edirdi. Odur ki, bir yandan xain dost, digər tərəfdən isə alkoqol Cəlil ağaya qalib oldular. Lütfəli isə bundan şad olub öz-özünə daim deyərdi ki, arzularıma çatmağa yenə ümidim var və gərək də çatım. Bu dəfə Cəlil ağa içkini və qumarı bayaqkindən da artıq içib oynayırdı və çox gecələri evə gəlməyirdi. Axır vaxtlarda Cəlil ağa bir dəfə də olsa nə iş üstə, nə də kontoruna gəlməyirdi. Bədbəxt Şəfiqə gecə və gündüz gözlərinin yaşını sinəsinə tökməkdə idi. Qurban ağasını belə görəndə ürəyi qan ağlayıb öz-özünə deyirdi ki, Allah xain dostun evini yıxsın. Bunun evini dostu Lütfəli bəy yıxdı və həmişə Lütfəli bəyi görəndə elə bil ki, bir ilan görürdü. Qurban yəqin bilirdi ki, belə ömür, belə həyat insanı yıxar, bərbad edər. Bu günə qumarın və içkinin müqabilində nəinki milyonlar, dənizlərin suyu da davam etməz. Odur ki, o həmişə fürsət tapanda ağasına deyərdi ki, ağacan, qurban olun, belə işləri eləmə. Özün öz əlinlə özünü, arvadını və balalarını aclıq və mamət ağuşuna atma. Cəlil ağa isə buna həmişə cavab verərdi ki, qurban, sən mənim işlərimə qarışma. Belə cavabları dünyada ən çox sevdiyi adamdan eşidəndə qurban öz-özünə deyərdi ki, doğru deyiblər ki, Allah adamın əvvəl ağlını alar, sonra dövlətini. Haqq sözləri imiş. Bir gün Cəlil ağa 300 min manat uduzub və özü bərk keyfli evlərinə gəlmişdi. Odur ki, balaları Suğranı və Əlini yanına çağırıb onlar ilə zarafat edib onları güldürürdü. Biraz bunlar ilə zarafat və söhbət etdikdən sonra Cəlil ağa Qurbanı çağırıb ona dedi ki, Qurban, əmr elə avtomobil hazır olsun, uşaqlar gəzməyə gedəcəklər. Özün də bunlar ilə gedərsən. Uşaqlar birazdan sonra gəzməyə getdilər. Cəlil ağa Şəfiqəni yanına çağırıb çox mehribanə söhbətə başladı. Söhbət arasında Cəlil ağa Şəfiqənin saçlarını sığal edə-edə dedi ki, ah Şəfiqəciyim, nə gözəl saçlarım var. Əgər bu saçları bazarda satası olsalar, ona çox böyük pullar verərlər. Şəfiqə isə bu sözlərdən məyus olub dedi ki, əzizim,
Nə üçün belə sözləri danışırsan? Onlar sənindir. Onlara milyonlar versələr mən onları satmaram və nə üçün də satım? Bu sözlərdən sonra Şəfiqə başını onun döşünün üstünə qoyub dedi ki, ah Cəlilim, nə olaydı sən qumarla içkini tərk edəydin. Bunlar qorxuram axırda bizi fənaya verə. Cəlil cavab verdi ki, Şəfiqə sən Allah, belə söhbətlər ilə mənim kefimi xarab etmə. Nə var, Allaha şükür. Bir dərədə 7 yetim ilə ac və susuz qalmamışıq ki. Bizim dövlətimiz dağılan və qurtaran dövlət deyil. Axır mən sənə bircə söz deyim. Əgər sən mənə belə-belə sözləri söyləyib kefimi xarab etməsən, mən səni daha da çox sevərdim. Əzizim, özün deyirsən ki, bu ay 600 min manat pul uduzmusan. Özün deyirsən ki, qulluqçuların sənə xəyanət edirlər. Dövlət də belə dağılır. Biraz qumarda gedər, biraz içkidə, biraz oğurlayarlar. Axırda görərsən ki, ortada heç şey qalmadı. Şəfiqə, mən uşaq deyiləm, sən mənə belə nəsihətlər edirsən. Odur ki, sənin yanına az gəlirəm. Qeyrilər mənə nə belə sözlər və nəsihətlər edir, nə də kefimi xarab edir. Sənə məndən başqa canı yanan kimdir? Hər kəs istəyir ki, sən ac olasan, amma mən bu sözləri deyib Şəfiqə hönkür-hönkür ağladı və yenə dedi: Allah xatir üçün belə etmə, bunlardan nifrət et. Şəfiqə axır sözlərini qurtaranda Cəlil ağa qapını bərk örtüb evdən çıxdı. Şəfiqə isə evdə tək qalıb ürəyi boşalana kimi ağladı. Bir zamandan sonra uşaqlar gəzməkdən gəldilər. Suğra anasının yanına yüyürüb dedi ki, anacan, o qədər gəzdik ki. Əli isə anasının ağuşuna atılıb dedi ki, anacan, hələ vağzalı da gedib gəzdik. Şəfiqə balalarını biraz oxşayıb dedi ki, balalar, durun gedək indi çay içək. Və bunlar durub çay içməyə getdilər. Bu halda Qurban içəriyə girib salam verdi və soruşdu ki, xanım, bəs ağa necə oldu? Şəfiqə cavab verdi ki, məndən rəncidə olub getdi və sonra yenə dedi ki, Qurban, bugün ağan yenə 300 min manat pul baxtalayıb. Qurban başını yelləyib bir söz demədi və qayıdıb öz otağına girib çox məyus oldu. Cəlil ağa təzədən içkiyə başlayandan sonra Lütfəli bəy onunla daha mehriban dolanırdı və bununla belə qeyriləri ilə əlbir olub daha da onun pullarını çox çəkirdi. Bugün Lütfəli yenə Cəlil ağanın evində nahar edirdi. Bu dəfə Cəlil Şəfiqənin təvəqqəsinə görə içməmişdi, çünki bərk vacib işi vardı. Bunu belə görəcək Lütfəli bəy özünü bir az saxladı, yəni az içdi. Nahar qurtaran kimi Cəlil ağa durub uşaqları ilə öz otağına getdi və Lütfəli bəy də gərək durub gedəydi. Yemək otağında indi bununla Şəfiqədən başqa heç bir kəs yox idi. Şəfiqə ayağa durub istədi ki, zəng vursun ki, xidmətçilər gəlib süfrəni yığışdırsınlar. Bu halda Lütfəli bəy ayağa durub istədi ki, onun əlindən yapışsın. Zəngi vurmağa qoymasın. Şəfiqə isə ilandan qorxan kimi əlini çəkib dedi: Nacins və alçaq adam, sən nə edirsən? Lütfəli isə cavab verdi: Gözəl Şəfiqə, səni sevirəm, məni xoşbəxt elə. Bu sözlərə cavab Şəfiqə dedi: Mən səni özümə qardaş bilirdim, sən xain adamsan, çıx burdan. Lütfəli bəy isə dedi: Şəfiqə, bunu yadında saxla, sən görərsən mən sənə nə edərəm. Bu sözlərdən sonra Lütfəli Cəlil ağanın yanına getdi. Cəlil ağa isə bu halda uşaqları ilə çox mehriban söhbət və zarafat edirdi. Lütfəli pozğun bir halda otaqda o yan bu yana gəzişib dedi: Xoşbəxt adam balaları ilə gör necə oynayır. Və sonra saata baxıb dedi: Cəlil, mən gedirəm, mənim işim var. Nə üçün belə? Dayan qəhvə içək. Yox, sağ ol. Dayana bilmərəm, gərək gedim. Xudahafiz. Bu halda Şəfiqə qapıdan içəriyə girib dayandı və fikrə getdi. Şəfiqə istəyirdi ki, əhvalatı kişisinə desin. Ona görə pərişan bir halda onun yanına gəlib, əlini onun çiyninə qoydu və dedi: Cəlil. Cəlil dala çevrilib Şəfiqəni çox pərişan gördüyündən dedi: Nə deyirsən, nə olub? Şəfiqə sözünü deməyib cavab verdi ki, heç əzizim, bir şey olmayıb, elə-belə yanına gəlmişəm və Cəlili bu isə elədi. Cəlil isə bu isə ilə cavab verdi ki, əzizim, mənim biraz işim var, mane olma, yazım qurtarım. Şəfiqə bu sözləri eşidib alnına sığal edə-edə durub öz otağına getdi. Lütfəli isə öz evinə gəlib bərk-bərk gəzişə-gəzişə öz-özünə deyirdi: Dayan Şəfiqə, gör mən səni balalarını nə hala salaram. Bu şəhərinə təzə sirk gəlmişdi. Bu sirkdə Olya adlı bir qız var idi. Olya nəinki öz yoldaşları arasında gözəl hesab olunurdu. Bəlkə də tamam şəhərdə bundan artıq nə gözəl bir qız, nə bir arvad yox idi. Olya hündür boylu, uzun saçlı, ağ üzlü, xumar gözlü və dolu bədənli bir qız idi. Bununla belə Olya çox nazlı, duzlu və hiyləgər idi. Hər kəs olsa onunla biraz söhbət edəndən sonra ona məhəbbət edərdi. Olyanın göz və qaşlarını oynatmağı, çiyinlərini tərpətməyi, duruşu, oturuşu və gəzişi hər kəsin ürəyini titrədirdi.
Xülasə, şəhərə təzə sirk gəldiyi və haman gün əvvəlinci dəfə olaraq onun tamaşası qəzetlər vasitəsilə elan olmuşdu. Lütfəli bəy yuxudan durub öz kabinetində oturub qəzet oxuduğu yerdə haman elanı da oxudu və biraz fikrə gedib dedi ki, gərək axşam nə günə olur olsun Cəlil ağa ilə bərabər haman sirkə getsinlər. Ona görə telefon edib Cəlil ağanın telefonunun nömrəsini tələb elədi. Həmin gün Cəlil ağa yenə nədənsə çox pərişan bir halda kabinetində oturub öz-özündən sual edirdi ki, haraya getsin və nə günə vaxtını xoş keçirsin. Bu halda telefon zəng elədi. Danışan Lütfəli idi. Salam əleyküm, halın necədir? Çox pərişandır. Səbəbini bilmək olmazmı? Bir səbəb yoxdur, elə belə pərişandır. Cəlil, mənim də keyfim o qədər yaxşı deyil. Bilməyirəm nə edim, ancaq bu gecə sirk tamaşası var. Bu saat qəzetdə oxudum. Gəl bu gecə sirkə gedək. Bəlkə vaxtımızı xoş keçirdə bilərik. Əvvəl tamaşa, sonra da qız filan. Özün bilirsən, daha mən nə deyim? Yaxşı, istəyirəm gedək, amma daha bunun amması yoxdur ki. Yaxşı, indi de görüm sən gəlirsən ya mən sənin yanına gəlim. Zəhmət çəkmə, mən gələrəm. Xudahafiz. Lütfəli trubkanı yerə qoyub biraz fikir elədi və dedi: Allah, sən elə et ki, bir qıza aşiq olsun. Mən də bəlkə arzuma çatım. Və sonra zəngi çalıb nökərinə dedi ki, onun paltarını hazır eləsin və özü isə çay içməyə getdi. Cəlil ağa isə başladı yenə gəzişməyə və sonra əmr elədi ki, avtomobil hazır olsun. Bu sözləri işitəndə Şəfiqə onun yanına gəlib dedi ki, yenə hara gedirsən? Cəlil cavab verdi ki, bu saat Lütfəli gələcək, bərabər iş üstə gedəcəklər. Lütfəlinin adını eşitcək Şəfiqə başını aşağı salıb dedi: Mən bilirəm Lütfəli ilə yenə ya içməyə ya da oynamağa gedərsən. Mənə daha nə üçün yalan söyləyirsən? Cəlil ağa heç danışmadı, çünki danışmağa haqqı yox idi. Ona görə də cəld paltarlarını əyninə geyinirdi ki, evdən çıxsın. Libasını geyinib Cəlil ağa kabinetə getdi ki, özü ilə pul götürsün. Cəlil ağa pul şkafını açıb pulları ciblərinə dolduranda Şəfiqə onun yanına gəlib boynundan qucaqlayıb dedi ki, Cəlilim getmə, aparma bu pulları. Qorx Allahdan, vallah, bir gün sən bizi ac qoyacaqsan. Cəlil Şəfiqəyə dedi ki, Şəfiqəm, bizim dövlət dağılan və qurtaran dövlət deyil, sən qorxma. Şəfiqə isə cavab verdi ki, necə dağılan dövlət deyil, hanı filan və filan ağanın dövləti indi nə gündədirlər? Ay Şəfiqə, sən nə deyirsən, onlar hara, mən hara və başladı ki, yola düzəlsin. Şəfiqə onun qabağını kəsib istədi ki, qoymasın. Cəlil onun döşündən itələyib qapıdan çıxdı. Cəlil aşağı qapıya çatanda Lütfəli gəlib faytondan düşdü və görüşəndən sonra bunlar Cəlil ağanın avtomobilinə minib sirkə getdilər. Qurban bunların dalınca baxıb dedi: Belə həyat baqi olmaz. Lütfəli bəy ilə Cəlil ağa sirkə gələn qızlar ilə tanış oldular və sonra Oля ilə Lara adlı qızları özləri ilə götürüb bufetə gəldilər ki, bunları qonaq etsinlər. Burada da şərt elədilər ki, tamaşa qurtarandan sonra bərabər kefə getsinlər. Biraz qızları qonaq edəndən sonra Lütfəli ilə Cəlil gedib öz lojalarında əyləşdilər. Bir neçə dəqiqədən sonra Lütfəli Olyanın yanına gedib dedi ki, o Cəlilin çox xoşuna gəlib və bununla bərabər onu xəbərdar elədi ki, Cəlil ağa şəhərdə əvvəlinci milyonçu hesab olunur və əgər qız onun xoşuna gəlsə, nəinki pul, hətta canını da ona qurban edən adamdır. Olya əhvalatdan xəbərdar olandan sonra ürəyində dedi ki, yaxşı oldu, indi iş görməli, can almalı və pul qazanmalıdır. Tamaşa başlandı. Olya bir qara atın üstündə, əynində rəngbərəng şəfəq verən paltar, sirki dolanıb cəmaatı öz oyunları və gözəlliyi ilə məbhut edirdi və hər dəfə üzü Cəlil ağaya tərəf düşəndə ona qaş və gözlərini oynatmaq ilə onun canını alırdı. Cəlil ağa buna baxdıqca onun vüsalına darıxdığı kimi Olya da nə vaxt onun yüzlüklərini alıb cibişdana qoyacağına darıxırdı. Olya öz oyununu qurtarıb cəmaatın gözündən itən kimi Lütfəli ilə Cəlil ağa daha tamaşaya baxmayıb onun yanına getdilər və onu təbrik edəndən sonra yenə bufetə gətirib növbə-növ içki və şirniyyata qonaq elədilər. Lara da öz oyununu qurtarıb gələndən sonra bunlar hamısı avtomobilə əyləşib kazinoya kefə getdilər. Kazinoya gəlib bunlar özləri üçün bir kabinet açdırıb işrətə məşğul oldular. Bu zaman bədbəxt Şəfiqə əziz balalarının yanına gedib onları mış-hamış yuxlayan görüb, əlləri ilə onlara busə göndərib öz yataq otağına getdi və biraz fikirdən sonra yuxu üçün olan libasını əyninə geyib, göy rəngli elektrik lampasını yandırıb öz rəxtabında uzandı. Şəfiqənin fikrində, xəyalında əgər bir adam var idisə,
O da əzizi Cəlil ağa idi. Bu zaman Şəfiqə istəkli Cəlilini öz pak müqəddəs ağuşuna gözləyirdi. Amma o, Cəlil ağa, bu zaman Cəlil nəinki Şəfiqəni, hətta insanlığını, vicdanını, namusunu unudub, Olyanın ağuşunda vaxtını keçirməkdə idi. Şəfiqə onun dərdini çəkib, ürəyi qəm odunda yandığı zaman Cəlil Olyaya növbənöv bəxşişlər vəd edib, onun könlünü və qəlbini şad edirdi. İnsan özü özündən utanmasa, heç kəsdən də utanmaz və qorxmaz. Cəlil indi nəinki tutduğu işlərdən utanmayırdı. Hətta bunları ədəbdən, insanlıqdan kənar işdə hesab etməyirdi. İndi Cəlil ağa hər kəs nə deyir qoy desin, mən özüm istədiyimi edəcəyəm deyən adamlardan olmuşdu. Əvvəl dəfə əğyarla yatıb duranda Allah bu nə işdir mən tutdum, Allah mən Şəfiqəyə nə deyəcəyəm deyən Cəlil ağa bu sabah Olyanın ağuşundan çıxanda heç fikrinə də gətirmirdi. Sabah vaxtı Şəfiqə Allah Cəlilim necə oldu, gəlib çıxmadı fikrini edib hönkür-hönkür ağlayıb gözlərinin yaşını sinəsinə tökəndə Cəlil ağa Olya ilə şərti şürut bağlayırdı ki, o sirkdən çıxsın və həmişə ona yar olsun, yoldaş olsun. Cəlil ağa Olyanın adına 100 min manat qoyub və dəftərini götürüb ona verəndən sonra Olya sirkdən çıxdı və Cəlilçik ilə olmağı qəbul etdi. Cəlil ağa isə Olya üçün bu şəhərində olan mehmanxanaların ən birincisində 2 nömrə kirayə edib Olyanı orada saxlayırdı. Cəlil Olyanın adına banka qoyduğu puldan başqa onun üçün gündə bir xələt, gündə bir qiymətli bəxşişlər alıb gətirməkdə idi. Cəlil ağa gündüzlər onunla vaxt keçirdiyi kimi, gecələr də onunla bahəm, gah tiyatroya, gah şantanlara gedib kef edirdi. İndi Cəlil ağa nəinki Şəfiqəni, evini, işlərini, hətta 2 gözləri hesabında olan balalarını da unudub, onları özünə əğyar və düşman hesab edirdi. Həmişə evə gələndə balaları üçün pay gətirən Cəlil ağa indi nəinki onlara pay gətirmirdi və hətta onlar atacan deyib onun üstünə gələndə onları döyüb özündən nifrətləndirirdi. Cəlil ağa Olyanın vücudundan ləzzət çəkdiyi kimi, Olya da onun dövlətini çəkirdi. Olya hər bayramlarda Cəlil ağadan nahaq yerə küsüb və sonra atasına, anasına, qardaşına 1000 manat bayramlıq göndərdikdən sonra dübarə onunla barışırdı. Bundan əlavə Cəlil ağa hər dəfə ondan ayrılıb evinə ya bir yana gedəndə özü üçün ondan 30-40 manat da konfet pulu alardı. Bu işlərin də hamısını Olyaya elətdirən və öyrədən Lütfəli bəy idi. Cəlil ağa evinə ya qeyri bir yana gedən kimi Olya Lütfəli bəyə telefon ilə xəbər edərdi və haman saat Lütfəli də hazır olub Cəlil ağanın sağlığına burada keyf çəkərdilər və növbənöv tədbirlər tökərdilər ki, qoy Cəlil ağa tez ac olsun. Cəlil ağaya bu qədər pul xərc etdirməkdən onlar kifayətlənməyib, hələ bufetçi və lakeylər ilə də əlbir olub 1 manatı 3 manat yazdırardılar və hər ayın başına gedib hesab çəkib öz paylarını alardılar. Xülasə, Olya bir ildə Cəlil ağadan 500 min manat pul və bundan əlavə bəxşişlər cəmləmişdi. Bunlar hamısı bəs olmayıb, Olya başlamışdı ki, məni Avropaya səyahətə apar. Cəlil ağa bunun sözlərinə qulaq asmadığından Lütfəli bəy Olyaya öyrətdi ki, Olya Cəlilə desin ki, əgər səyahətə aparmasan, mən ayrılacağam və öz vətənimə gedəcəyəm. Olya ona belə demişdi. Ona görə də Cəlil ağa məcbur olub Olyaya söz vermişdi. May ayına bir neçə gün qalmışdı. Cəlil ağa Avropaya gedəndə onun dövlətinin və işlərinin üstündə gərək ya bir baxıcı adam və ya bir icarədar olardı. Ona görə Cəlil ağa Lütfəli bəy yanına çağırıb dedi ki, bu işlər necə olsun? Lütfəli ancaq bunu gözləyirdi. Ona görə dedi ki, icarəyə o özü can və baş ilə götürər. Cəlil ağa da dostanə, yəni çox az qiymətə var yoxunu Lütfəli bəyə icarəyə verib, öz pullarının yarısını da alıb, Olya ilə Avropaya səyahətə getdi. Cəlil ağa Olya ilə Avropanı qarış-qarış gəzib, keyf çəkməkdə, pul xərcləməkdə idilər. Cəlil ağanın Olya ilə Avropa səyahətinə getmələri şəhərdə hər kəsə məlum olduğu kimi, Şəfiqəyə və Qurbana da məlum idi. Cəlil ağa evindən çıxdığı və balalarından ayrıldığı 2 aydan artıq idi. Bu qədər vaxtda Cəlil ağa bir dəfə də olsa balalarını yadına salmamışdı və bir dənə də olsa onlara məktub yazıb əhvallarını soruşmamışdı. Bədbəxt Şəfiqə gecə və gündüz ağlayırdı. Məsum balaları onu həmişə ağlayan görüb deyirdilər ki, anacan, nə üçün sən həmişə ağlayırsan? Anası isə balalarından bu sualı eşitcək, gözlərinin yaşını leysan kimi tökürdü. Axır vaxtlarda balaca Əli anasını o qədər ağlayan görmüşdü ki, hər səhər yerindən duranda anasından soruşardı.
Anacan, yenə bugün ağlayacaqsanmı? Qurban isə həmişə xanımını ağlayan görüb deyərdi ki, ay xanım, başını dönüm, nə üçün ağlayırsan? Daha ağlamaqdan keçib, gərək Allah Taala özü xeyir eləsin. Amma tək olanda Qurban deyərdi ki, Allah xain dostun evini yıxsın. Əvvəl vaxtlarda Qurban Cəlil ağanı belə ağıllı dolanan görüb deyərdi ki, oğul, Allah səni xoşbəxt eləsin. İndi isə deyərdi ki, atalar doğru deyiblər ki, dövlət adamı azdırar. 50 ildir dünyada yaşadım, çalışdım, vuruşdum ki, dövlətli olum və hər kəsə bunu söylədimsə, mənə cavab bu oldu ki, kişi axtar, tapma. Çünki dövlət bir şey deyil, səni yoldan çıxardar, rəhimsiz edər, namussuz edər. Mən inanmayırdım. İndi görürəm ki, bu sözlər hamısı doğru imiş. Adam yoldan çıxarmış, evini, işini, arvadını, övladını və bəlkə də namusunu və Allahını da unudarmış. İlanın ağ, nazik və gözəl dişlərindən insanın xoşu gəldiyi halda, bu dişlərdə adamı öldürücü ağı olmağı yadına düşəndə, nə qədər onlardan nifrət edərsə, indi Qurban da Cəlili içki içən, qumar oynayan görəndə ondan nifrət edirdi. Bununla bərabər Qurban yenə bu evdən əl çəkib gedə bilməyirdi. Çünki Şəfiqə xanıma və onun balalarına artıq dərəcədə məhəbbəti olub da rəhmi gəlirdi. Axır vaxtlarda Qurban ağasına çox nəsihətlər edirdi. Ancaq Cəlil ağa heç bunun sözlərinə qulaq asmayıb, öz işinə, yəni öz bildiyinə gedirdi. Çünki iş işdən keçmişdi. İlanın başı bir dəliyə girəndən sonra onu dartıb geriyə çıxartmaq mümkün olsaydı, Cəlil ağanın da damarlarına təsir etmiş arağın zəhərini və qəlbində kök salmış qəbih adətləri ona tərk etdirmək mümkün olardı. Olya ilə Cəlil ağa Avropanı gəzə-gəzə gəlib axırda Monte Carlo şəhərinə çıxdılar. Monte Carlo şəhərinin məşhur dövlətlilər və qumarbazlar yığıncağı olmağını hər kəs bilir. Cəlil ağa Monte Carlo şəhərinə gəlib çatanda onun pulları sanki qurtarmışdı. Odur ki, buraya gəlib çatan kimi Cəlil ağa Lütfəli bəyə təcili teleqram göndərib pul istədi. Lütfəli isə bu teleqramı alan kimi çox şad oldu və dedi, gözlərinə dönüm Olya, gör necə mənim xahişlərimi əmələ gətirir. Bura Cəlilin ölən və mənim dirilən yerimizdir. İndi mən ona həmişə istədiyindən də artıq pul göndərəcəyəm ki, qoy çoxlu uduzsun. Bu sözlərdən sonra durub banka getdi, Cəlil ağa istədiyi pulun əvəzində 200 min də artıq, yəni yarım milyon pul perevod elədi və sonra da sağa sola bu əhvalatı söyləməyə başladı. Aradan 5 gün keçəndən sonra Cəlil ağadan bir də teleqram gəldi. Bu teleqramda Cəlil yazırdı. Paraxodlarımı sat, vəkalətnamə göndərim, pulunu təcili göndər, Cəlil. Bu teleqramı vurmağa səbəb bu idi ki, Cəlil ağa həmin əvvəlki 500 min manatı bircə gecədə uduzub parasız qalmışdı və Olya isə Lütfəlinin düzümünə görə əvvəl paraxodları satmağı məsləhət görmüşdü. Lütfəli pulları özündən göndərdi və vəkalətnaməni alan kimi paraxodları bir ayrı adama satıb 3-4 gündən sonra və haman adamdan özü qaytarıb aldı. Çünki haman adama da bu şərtlə satmışdı. Cəlil paraxodların pulunu alan kimi yenə getdi qumara əyləşdi ki, baxtaladığı pulları qaytarsın. Amma qaytara bilməyib yenə 400 min manatı da uduzdu. Haman günlərdə Cəlil ağanın qızı Suğra bərk naxoş idi. Təbiblər gündə neçə dəfələrlə Suğranın yanına gəlib onu müalicə edirdilər. Nəhayət bunu sağaltmağa ümidləri kəsilib, bədbəxt anasına əhvalatı bəyan etdilər. Bədbəxt Şəfiqə bir yandan bala dərdi çəkməkdə, digər tərəfdən də Cəlilin tutduğu işlərə fikir eləməkdən ayaq üstündə ölüb qurtarmışdı. Onun bədirlənmiş ay kimi üzü indi heyva kimi saralmışdı. Bayaq onun qəm və qüssə bilməyən və həmişə Cəlilin məhəbbəti ilə dirəxşan olan könlü və ürəyi indi qan ağlayırdı. Sabahdan axşama kimi və axşamdan sabaha kimi ölüm ağuşunda olan Suğranın başının üstündə oturub yuxulamamaqdan, onun ulduz kimi parlaq gözləri ağlamaqdan, yuxusuzluqdan sübhə qalmış şam işığına bənzəyirdi. 2 gündə belə keçdikdən sonra məsum Suğra bədbəxt anasının ağuşunda canını Allaha tapşırdı. Suğranın öldüyünü bədbəxt Şəfiqə hiss edən kimi balacığım vay deyib, qəş edib yerə yıxıldı. Uşaqların dayəsi və qulluqçular yığışıb Şəfiqəni yerinə qoydular və telefonla təbibə xəbər verdilər ki, gəlsin. Təbib gələndən bir qədər sonra zavallı Şəfiqə özünə gəldi və Qurbanı yanına çağırıb dedi ki, gedib atasına teleqram göndərsin. Lütfəli haman gün Cəlil ağanın adresini bazarda Qurbana yazıb vermişdi.
Ona görə Qurban dayanmayıb özünü teleqramxanaya çatdırdı və ağasına belə bir teleqram vurdu. Suğra öldü, durma gəl, Qurban. Bədbəxt Şəfiqənin ciyərləri parə-parə olduğu zaman Cəlil Monte Carlo'nun klubunda ruletka oynayıb pullarını uduzurdu və oyun qurtarandan sonra durub Oля ilə yeyib-içib öz nömrəsində onunla eyş-işrətdə vaxtını keçirirdi. Əziz balası Suğra məmat ağuşunda yatdığı zaman bihəya biyar Cəlil ağa Olyanın ağuşunda ləzzət çəkirdi. Sabah saat 11 idi. Cəlil ağa ilə Olya çaylarını içib şəhərə gəzməyə hazırlaşırdılar. Bu halda lakey daxil olub gümüş padnosda teleqramı Cəlil ağaya verdi. Olya isə bunun üstünə yüyürüb teleqramı onun əlindən dartıb aldı və cəld açıb oxudu. Suğra öldü, durma gəl, Qurban. Olya elə hesab edirdi ki, teleqram pul teleqramıdır. Ona görə yüyürüb qapmışdı. Gördü ki, o deyil, bir söz deməyib, ağzını və qaşqabağını turşalda teleqramı Cəlil ağaya verdi. Cəlil ağa teleqramı oxuyub bir söz danışmağa qadir olmadı və gözlərini bir nöqtəyə düzəldib bir zaman məbhut qaldı. Olya libasını geyinmişdi. Ona görə gəlib Cəlilin qabağında zontikinə söykənib dedi. Hə, nə var, nə olub? Bir balaca qız ölüb. Dur gedək gəzməyə, çox lazımdır, ölüb. Mən ki ölməmişəm. Cəlil buna bir cavab vermədi. Onda Olya ona durak, yəni axmaq deyib özü yalqız gəzməyə getdi. Dünyada olan insanlar 3 qismə bölünür. Bir qismi hər şeyi öz-özündən qanar, anlar, digəri isə o qüvvəyə malik deyilsə, qeyrilər deyəndə anlar. Üçüncüsü firqə isə deyəndə də anlamaz və ayılmaz. Cəlil ağanın haman gün demək olar ki, ən bədbəxt günü hesab ola bilərdi. Onun bu günündə Olya onun bədbəxtliyində nəinki iştirak etmədi, hətta ona bir axmaq da deyib öz fikrinə getdi. Bununla belə Cəlil ağa yenə bir şey anlamadı və bir saat belə qalandan sonra durub evinə yığışmayıb Olyanın dalınca getdi. 2 gün aradan keçmədi. Cəlil ağa balasını elə unutdu, bir teleqram da olsa yazmadı. Ancaq 4 gündən sonra Lütfəli bəyə bir teleqram da göndərdi ki, onun mülklərini də satıb pullarını göndərsin. Lütfəli də yenə bayaqki kimi Şəfiqə oturan mülkdən başqa hamısını bir qeyrinə satıb, sonra yenə özü aldı. Cəlil ağa bu pulları xərcləyib qurtarmaqda idi ki, onun neft mədənləri yandı. Bu əhvalatı Lütfəli bəy dərhal Cəlil ağaya teleqram ilə xəbər verdi. Teleqram Cəlil ağaya çatanda Olya evdə yox idi. Cəlil teleqramı açıb oxudu. Mədənlərin yanır, Lütfəli. Ürəyi qəş edib yerə yıxıldı. Olya evə gələndə Cəlil ağa hələ ayılmamışdı. Bunu bu halda görüb Olya təəccüb elədi və sonra bunun yanında teleqramı görüb cəld onu aldı və oxudu. Sonra teleqramı yerə atıb Cəlili ayağı ilə və sonra zontiki ilə dümsüklədi. Cəlil ağa ayılıb cəld ayağa durdu və sonra Olya, mədənlərim yanır deyib istədi ki, onu qucaqlayıb ağlasın. Olya isə onu özündən rədd edib bir daha gəzməyə getdi. Onda Olya Cəlil ağaya deyirdi ki, əzizim, paraxodları və evləri satdın, uduzdun, mədənlər də yandı, daha ondan nə əmələ gələcək? Yaxşısı budur ki, indi mədənləri də satasan, oynayasan, bəlkə baxtaladığını qaytarasan. Cəlil ağa isə buna dedi ki, lap yaxşı deyirsən, gəl teleqram vurum, onları da satsın. Pullarını burada kef çəkək. Dünya 5 gündür, 5-i də qara gündür. Bəli, teleqramı yazıb göndərdilər. Haman teleqram gəlməzdən əvvəl Cəlil ağanın mədənləri satılacaq sözü şəhərdə danışılırdı və Şəfiqəyə də bu xəbər çatmışdı. Bədbəxt Şəfiqə hər gün teleqram üstündən vururdu ki, Cəlil ağa gəlsin. Heyhat, teleqramlar oxunub ancaq yerə atılırdı və bir daha da yada düşməyirdi. Sabah saat 10 idi. Lütfəli yerindən təzəcə durmuşdu ki, Cəlil ağanın teleqramı gəlib çatdı. Lütfəli teleqramı oxuyub bərk gülə-gülə dedi. Mədənləri sat, Cəlil. Ay heyvan, sənin bu gününü də əlhəmdülillah gördüm. Sağ ol Olya, sağ ol. Lütfəli şad və xürrəm cəld paltarını geyib Cəlil ağanın mədənlərini satmağa getdi və satdı. Lütfəli pulu yola salandan 2-3 gün sonra Şəfiqənin yanına getdi. Lütfəli zalda oturub Şəfiqənin yolunu gözlədi. Şəfiqə xanım Lütfəlinin yanına gəlib girən kimi Qurban o biri otaqdan çıxıb zalın qapısına gəlib qulaq asırdı ki, görə Lütfəli bəy nə üçün gəlib. Lütfəli Şəfiqəni görəcək yerindən durub əvvəl salam verdi. Sonra Lütfəli bəy dedi ki, ay Şəfiqə, gəl sən özünü və bircə dənə balan əlini bədbəxt eləmə. Şəfiqə bundan soruşdu ki, qardaş, nə demək istəyirsən, sözünü de. Lütfəli isə buna dedi ki, mənə qardaş demə, mən səni sevirəm. Heç bilirsənmi nə qədər sevirəm?
Bu sözləri qardaş dediyi adamdan dübarə eşidən Şəfiqə az qaldı ki, qəş edib yıxılsın və sonra biraz özünü toxtadıb divara söykəndi. Lütfəli isə elə hesab elədi ki, daha Şəfiqə yumşalıb dedi. Cəlil ağadan sənə kişi olmaz, gəl səni mən alım. Sən də xoşbəxt ol, mən də. Bu sözləri Qurban eşidəndə istədi ki, içəri girsin və bu nacinsi qovalasın. Sonra dedi, qoy bir görüm Şəfiqə xanım nə günə arvaddır, sonra qovalarım. Lütfəli isə sözlərinə cavab almadıqda belə hesab elədi ki, dediyi sözlər Şəfiqənin xoşuna gəlib. Onun üçün qabağa yeriyib istədi ki, Şəfiqəni qucaqlasın. Bu halda Şəfiqə dala çəkilib dedi, nacis və alçaq adam, nə fikrə gedibsən, nə qayırmaq istəyirsən? Bu sözləri deyib Şəfiqə mizin üstündəki şamdanı alıb elə atdı ki, əgər o Lütfəli bəyə dəysəydi, yəqin o murdar olardı. Bu halda Qurban qapıdan içəri girib Lütfəli bəyə dedi, dur buradan çəkil, yoxsa bu saat qarnını cıraram. Lütfəli məsciddən qovulmuş it kimi durub buradan getdi. Qurban üzünü Şəfiqəyə çevirib dedi, sağ ol xanım, yaşasın sənin kimi arvadlar. Lütfəli bəy evinə gəlib qeyzli-qeyzli gəzişib öz-özünə deyirdi, arvad, dayan gör mən sənə nə qayraram. Səni nə günə salaram, sən özün şadlıqla mənə gəlməyi qəbul eləməsən, başımdakı papaq sənin yaylığın olsun. Aradan bir neçə gün keçmişdi. Cəlil ağadan daha xəbər yox idi. Lütfəli isə gündən günə telegram gözləyirdi ki, bugün sabah telegram çıxacaq ki, axırıncı evimi də sat, pulunu göndər. Belə də oldu. Mədənlərin pulları Cəlil ağada ancaq 10 gün davam etdi. Sonra bunlar da qurtardı. İndi daha Oля da bundan ayrılmaq istəyirdi. Çünki əvvəla sezon, yəni Monte Carlo'nun vaxtı keçmişdi və sonra da özü çox yaxşı bilirdi ki, daha Cəlil ağada bir şey qalmamışdır. Onun üçün Oля daha onunla xoş da danışmayırdı. Nəhayət bir gün Oля Cəlil ağaya dedi ki, daha əzizim, sən mənə gərək deyilsən. Çünki səndə özünü saxlamağa qüvvə qalmayıb. İndi get sən başına çarə qıl. Mən də özümə bir qeyri adam tapım. Bu sözləri eşitcək, Cəlil ağa Olyaya çox yalvardı, bir şey çıxmadı. Axırda Olya ona dedi ki, bir dənə evin qalıb. Əgər telegram vursan ki, onu satıb pulunu buraya göndərsin, onda bilərəm ki, doğrudan məni sevirsən və mən də səninlə qalaram. Cəlil can və başı ilə əlinə qələm götürüb Lütfəli bəyə bir telegram yazdı. Mənim axırıncı evimi də sat, pulunu mənə göndər, Cəlil. Telegram yazılıb göndəriləndən sonra Oля Cəlil ilə yenə üzgörə barışdı. Aradan bir neçə gün keçdi. Cəlil ağaya axırıncı evin 100 min manatı gəldi. Lütfəli bir gündən sonra öz-özünə dedi ki, daha bugün gərək gedib Şəfiqəyə desin ki, bu evlər əşyaları ilə bərabər mənimdir. Bəlkə o bilməyir. Onda görək nə deyəcək. Bu fikirlə Lütfəli bəy evdən çıxdı və düz Şəfiqənin yanına gəldi. Lütfəli qapıdan içəriyə girəndə Qurban ona rast oldu və bunlar hər ikisi nifrətlə bir-birinə baxdılar. Sonra Lütfəli istədi ki, yuxarı getsin. Qurban onu saxlayıb dedi, mən səni evə qoymaram, xanım mənə buyurub. Lütfəli bu sözləri eşidəndə tənə ilə güldü və dedi, qəribə axmaq olubsan, necə ki, sən məni öz evimə qoymazsan. Sənin xəbərin yoxdur, indi bu mülk mənimdir. Qurban bu sözləri eşidəndə başını aşağı salıb, alnını əli ilə sığal etdi və bir söz daha demədi. Lütfəli bəy isə sözlərini deyib yuxarıya gedib zəngi vurdu. O zaman dayə əli ilə bərabər gəzməyə getmək istəyirdi və Lütfəli zəngi vuranda bunlar da qapını açıb çıxmaq istəyirdilər. Lütfəli bəy dayəyə dedi ki, Şəfiqəyə xəbər ver ki, mən gəlmişəm, onu görmək istəyirəm və özü də həmişə çörək yediyi yemək otağına izinsiz gedib əyləşdi. Dayə isə Şəfiqə xanıma xəbərə getdi. Bu halda Qurban da otağa girib qapıda dayandı. Şəfiqə Lütfəli adı eşidən kimi acığından əvvəl ağarıb, sonra bulut kimi qaraldı və sonra dayəyə dedi. Get de ki, xanım naxoşdur, gələ bilməyir, sözünü desin. Və yenə fikrini dəyişib özü dayə ilə bərabər Lütfəlinin qabağına çıxdı. Lütfəli salam verib dedi. Şəfiqə xanım, mən sənə demədim ki, Cəlil ağadan sənə kişi olmaz. Budur, bir evi qalmışdı, onu da satdı və mən də aldım. İndi bu mülk mənimdir. Və gəlmişəm ki, görək indi mənə nə deyirsən. Əgər bu evlərdə oturacaqsansa, mənə kirayəni gərək verəsən və əgər kirayəsini verməyi başarmırsan, onda gərək evləri boşaldasan. Əgər bu ev sənin isə, mən nəinki burada kirayə ilə oturmaram. Hətta bu evi sən mənə bağışlasan, yenə qəbul etmərəm. Mən əşyalarımı götürüb buradan çıxaram. Bağışla, mən evi əşyaları ilə almışam, sən ancaq öz paltarlarını götürüb çıxa bilərsən. Əşyalar da sənin olsun, Allahın lənəti də. Mən elə-belə çıxaram, qorxma. Sənə də bu dövlət qalmaz. Xəyanət və göz yaşı ilə qazanılan dövlətdən xeyir görmək olmaz. Bunu yəqin bil. Bu sözlərdən sonra Şəfiqə xanım o biri otağa girdi. Lütfəli bəy isə ürəyində dedi. Mən elə hesab edirdim ki, indi daha bu ağlayacaq və yalvaracaq. Bu yenə tərslik eləyir.
və sonra dedi: "Yəni bu mənim xoşuma gəlir, çünki bu gün sabah bu mənim arvadım olacaq. Elə mənə də belə damarlı, namuslu arvad gərək." Bu sözlərdən sonra Lütfəli bəy durub evdən çıxdı və Qurbana tapşırdı ki, 3 günə kimi ev gərək boşalsın. Lütfəli bəy evdən çıxan kimi Qurban ağlaya-ağlaya Şəfiqənin yanına getdi və dedi: "Xanımcan, indi sən nə edəcəksən?" Şəfiqə isə cavab verdi ki, Qurban iş ağlamaqdan keçib. İndi fikir etməli. Bu cavabı alaraq Qurban özünü toxtadıb dedi: "Mehriban xanım və əziz anam və bacım, əgər mənə izin versən, bir təvəqqə edərəm." Şəfiqə dedi: "Qurban dayı, izin lazım deyil. Nə demək istəyirsən, sözünü de." "Xanımcan, bağışla, sənə ağır gəlməsin. Bu dünyadır. Elə də olar, belə də. İnsan gərək səbr etsin. Gəl köçək mənim evimə, orada oturaq. Heç olmazsa kirayə verməzsən. Özünüz bilirsiniz ki, mənim heç kəsim yoxdur. Sən olarsan mənə ana və bacı və mən də sənə qardaş və nökər. Bir növ ömrümüzü tamam edərik." "Əcəb deyirsən Qurban dayı, mən sənin təklifini can və başla qəbul edirəm." Bir neçə gündən sonra Şəfiqə öz balası ilə Qurbanın evinə köçdü. Şəfiqə Qurbanın evinə köçəndə onun nə pulu, nə də imarəti var idi. Çünki Cəlil ağa pul göndərmədiyindən və Lütfəlidən də özü pul almaq istəmədiyindən özünə təəllüq qiymətli şeylərin hamısını lombarda zaloq qoyub pul almışdı. Evdən köçəndə əlində biraz pul vardı. Onları da qulluqçulara vermişdi. Çünki axır vaxtlarda onlara məvacib verməmişdi. Qurban qocalmışdı, işləyə bilməyirdi. Çünki qocalıqdan başqa da onun ayaqlarında yel naxoşluğu vardı. Odur ki, Şəfiqə xanım yavaş-yavaş var-yoxunu satıb xərcləyirdi. Xülasə, bayaq xoşbəxtlikdə birdən-birə tərəqqi edən Şəfiqə indi günü-gündən tənəzzül edirdi. Axırda iş gəlib o yerə çatmışdı ki, Şəfiqə yenə özgələr üçün paltar tikib pul alardı. Axır vaxtlar Şəfiqəyə iş də verən olmadı. İndi onun özünün satılacaq bir şey olmadığı üçün Qurban özünə təəllüq əşyalardan satıb bunları dolandırırdı. Şəfiqə isə gecə və gündüz Allah sənə şükür, nə bədbəxt günlərə düşdüm deyə gözlərinin yaşını sel kimi axıdırdı. Ya Rəbb, nə günah etmişdim ki, məni bu günə saldın. Pərverdigarə, rəhm et. Cəlil ağa gəzməkdən otelə, yəni mehmanxanaya gələndə lakey 100 min manatın perivod kağızını aparıb qapıda ona verdi. Cəlil ağa isə cəld bunu oxuyub cibinə qoydu və nömrəsinə getdi. Bu zaman Olya nömrədə oturub kitab oxuyurdu. Cəlil ağa şad xürrəm onun yanına gəlib dedi ki, indi mənə göz aydınlığı ver, pul gəldi. Olya isə bu xəbəri eşidən kimi, şikar görmüş pələng kimi kitabı yerə atıb, ilan kimi Cəlilin boynuna sarmaşdı və onu dalbadal busə edə-edə dedi ki, dünyada səndən çox sevdiyim adam yoxdur və sonra dedi, onu mənə ver. Cəlil ağa isə cavab verdi ki, dayan hələ, bu ki pul deyil, hələ bir alım sonra. Bu sözlərlə Olya kifayətlənməyib, onu döşündən çəkə-çəkə məxmər divanın üstünə aparıb oturtdu və burada ona busə edib üzünü və gözünü sığal edə-edə bir daha soruşdu. İndi daha almaq olarmı? Cəlil isə dedi, olar, al, canım da sənə qurbandır. Bu sözləri eşidəndən sonra Olya onun dodaqlarını busə edə-edə cibindən pul kağızını çıxardıb döşünə qoydu. Xülasə, biraz burada vaxt keçirəndən sonra bunlar hər ikisi durub şəhərə gəzməyə və alverə getdilər. Neçə gün idi ki, bunlar belə vaxt keçirirdilər. Olya isə Cəlili daha qumar oynamağa qoymayırdı. Çünki fikri ayrı idi. Ancaq puldan bəlkə yarısı xərclənmişdi. Bir axşam Olya Cəlil evdə olmayan vaxt yola yığışdı və sonra oturub Cəlili gözlədi. Birazdan sonra Cəlil ağa gəldi. Olya ona dedi ki, əzizim, ürəyim darıxır. Özüm də içmək istəyirəm. Gəl bugün bir ayrı restorana gedib orada kef edək. Cəlil ağa ona cavab olaraq ancaq Olyanı busə etdi. Birazdan sonra bunlar qeyri bir restoranda əyləşib kef edirdilər. Olya özü çox içməyib, Cəlili çox içdi. Cəlil ağa o qədər içdi ki, lap kefləndi. Olyaya da bu lazım idi. Hesabı verib bunlar ayağa durdular və avtomobilə minib nömrələrinə getdilər. Gecə saat 3 idi. Bir saatdan sonra bu şəhərdən Berlinə qatar gedəcəkdi. Bu qatar ilə gərək Olya gedəydi. Nömrəyə gələn kimi Olya Cəlil ağanı yatırtdı və biraz özü də bunun yanında yatıb sonra yavaşca ayağa durdu. Olya paltarını geyinib, əl çamadanını götürüb stolun üstünə qoydu və sonra ələ gələn nə var isə hamısını buraya yığdı. Axırda Cəlil ağanın başının altından bumajnikini də çıxarıb, içində olan pulların hamısını götürdü və sonra yavaş-yavaş evdən çıxıb getdi. Sabahı gün saat 10-da Cəlil ağa yuxudan ayıldı. Cəlil ağa Olyanı yanında görmədi. Bir elə fikir elədi ki, Olya durub gəzməyə gedib. Ona görə özü də durub cəld libasını geydi və yuyundu. Olya gəlib çıxmadı.
Cəlil ağa zəngi vurub lakeydən soruşdu ki, xanım necə oldu? Lakey isə cavab verdi, xanım saat 4 qatarı ilə getdi. Bu sözləri eşidən kimi Cəlil ağanı güya ildırım vurdu. Lakeyi yola salıb Cəlil ağa otağa göz gəzdirdi və gördü ki, bir şey qalmayıb. Ancaq döş bağının qutusu durur. Cəld gedib ona baxdı, gördü ki, içi boşdur. Yadına bumajniki düşdü. Cəld başının altından bumajniki tapıb açdı. Gördü ki, bir qəpik də qalmayıb. Cəlil ağa iki əli ilə başını tutub, bihuş halda sandalyanın üstünə yıxıldı. Cəlil ağa var yoxunu satıb yavaş-yavaş gah işləyirdi, içirdi, gah da vətənə doğru yol gəlirdi. Bunun vətənə gəlməkdə mətləbi bu idi ki, Lütfəlidən kömək tələb eləsin və bir növ dolanıb başını saxlasın. Heyhat! 2 ildən sonra Cəlil gəlib Dərbənd şəhərinə çıxdı. Çox ac olduğundan aşpazxanaya girib istədi ki, nahar eləsin. Cəlil özünə yemək deyib oturmuşdu. Ətrafda bir neçə adam oturub bu şəhərli Cəlil ağanın əhvalatından söhbət edirdilər. Bu adamlardan biri həmin bu şəhərinin ətraf kəndindən idi. Buraya alış-verişə gəlmişdi. Söhbəti oradan edirdi ki, indi onun arvadı öz nökərləri Qurbanın evində olur və onun bunun qapısında işləyib özünü və balasını dolandırır. Dostu Lütfəli bəy isə bunlara nəinki kömək eləmədi, hətta mülkü alandan sonra onları haman evdən çıxardıb qovladı. İndi şəhərdə belə söyləyirdilər ki, Lütfəli bəy çoxdan onun arvadı Şəfiqə xanımı sevirmiş və axır vaxtlarda neçə dəfələrlə ona təklif edibmiş ki, gedib qazı əli ilə boşansın, sonra onun özünə gəlsin, arvad olsun. Və bununla belə söyləyirlər ki, arvad onu qovlayıb rüsva edib. Bayaq o ilə qaçanda, o ilə nə üçün onunla olurmuş, anlayan kimi Cəlil ağa indi Lütfəli nə üçün bununla dostluq elədiyini anladı. Fəqət gec anladı. İndi Cəlil belə söhbətləri eşidən kimi iştahı tutuldu. Naharın pulunu verib piyada yola düşdü ki, gəlib özünü vətənə və balasına yetirsin. Lütfəli bəyin var yox bir qoca anası vardı ki, indi o da vəfat eləmişdi. Odur ki, Lütfəli indi lap yalqızdı və evindən çıxanda bir adam yox idi, ona ev işlərini tapşıraydı. Qulluqçular ümidinə qalmış evinə gələndə Lütfəli həmişə öz-özünə deyərdi ki, Allah, nə vaxt mən bir rahat olacağam. Lütfəli məlumdur ki, Şəfiqədən başqa dünyada heç kəsi sevməmişdi və indi də sevməyirdi. Hər kəs sevdiyi adamın xoş gününə çalışar. Lütfəli üçün bu da mümkün deyildi. Çünki onun sevdiyi Şəfiqə Lütfəlini gözü ilə də görmək istəmirdi. Odur ki, Lütfəli həmişə iki odda yanırdı. Birisi bu idi ki, Şəfiqə çox pis gündə və halda yaşayırdı. Digəri isə bu idi ki, o bunu sevmədiyi halda bu onu artıq dərəcədə sevirdi. Odur ki, ona nə gecə, nə gündüz rahatlıq var idi. Axşam çoxdan olmuşdu. Şəfiqə əziz balası əlini bir növ tovlayıb yatırtmışdı. Çünki o ac olduğundan yatmaq istəməyirdi. İndi o öz-özünə deyirdi ki, Allah, sabah bu məsum bala yuxudan duranda nə yeyəcək? Ya Rəbb, mən nə edim? Qapı-qapı gəzib özümə iş axtarıram. Mənə iş də verən yoxdur. Pərverdigarə, əgər mənə rəhm eləmək istəmirsənsə, bu məsum balama rəhmin gəlsin. Belə-belə fikirləri edəndə bir də onun yadına düşdü ki, bir zaman Cəlil ağa onun saçlarını sığal edə-edə demişdi ki, əgər o saçlarını kəsib bazarda satası olsa, ona yaxşı pul verərlər. Bu onun yadına düşən kimi cəld yerindən durub dedi, bu saat saçlarımı aparıb satacağam. Qayçı olmadığından Şəfiqə durub qonşuya getdi və bir qayçı alıb evə qayıtdı. Bədbəxt Şəfiqə saçlarını tutub dibindən qayçı ilə kəsdi və bir yaylığa bağlayıb şalını götürdü və düz bazara dəllək dükanına getdi. Dükana çatıb zavallı Şəfiqə qapını tıqqıldatdı. Dəllək şagirdi qapını açanda Şəfiqə saçlarını ona verib dedi, bunları satıram. Şagird hörükləri ustanın yanına apardı və birazdan sonra 5 manat pul gətirib Şəfiqəyə verdi. Çoxdan bəri pul görməyən Şəfiqə indi 5 manatı görəndə elə hesab elədi ki, dünya bunundur və Allah sənə şükür deyə-deyə evinə gəldi. Şəfiqə evə gələndə balası və Qurban yatmışdılar. Şəfiqə əlində 5 manat evə girən kimi dedi ki, əziz balam, indi sənin sabah yeməyə çörək pulun var. Qorxma, rahat yat. Bəlkə bu gecə mən də biraz da olsa yuxulaya bilim. Şəfiqə oturub halını fikir eləyirdi və öz-özünə deyirdi ki, bir zaman boynuma dolanan saçlarımı, növbənöv müşklərlə qoxuyan saçlarımı, gözəlliyim üçün, cəllim üçün ətirlədiyim və bəslədiyim hörüklərimi balamın çörəyi üçün satdım. Ah, pərverdigarə, satılmayan bircə namusum qaldı. Allah, sən namusuma xəyanət etdirmə. Bu sözlərdən sonra bədbəxt Şəfiqə, xainlər fədaisi Şəfiqə bihuş bir halda balasının yanına yıxıldı və oradaca sabaha kimi qaldı. Sabahı gün hamıdan tez Şəfiqə ayağa qalxdı.
Şəfiqə ocaq qalayıb qara çaydanı ocağın üstünə qoydu ki, qaynasın. Bu halda Qurban da oyanıb o biri evdən çıxdı. Qurbanı görəcək Şəfiqə dedi ki, Qurban dayı, al bu pulu, get biraz qənd, çay al gətir və biraz da çörək. Neçə gündür çay içməmişik. Bir balaca çay içək. Qurban 5 manatı görən kimi Şəfiqədən sordu ki, bu pul haradan olub? Şəfiqə dedi ki, Qurban, onu daha soruşma. Qurban soruşduğuna da peşman oldu. Çünki onun ürəyinə belə gəldi ki, Şəfiqə bu pulu binamusluqla qazanıb. Onun üçün də çox pərişan oldu və sonra fikirləşib dedi ki, əgər Şəfiqə mən tanıyan Şəfiqədir, dünyada belə şey olmaz və əgər həyat onu da rəzalətə salıb, onda daha dünyada nə Allah və heç bir şey yox imiş. Bunlar hamısı boş-boş sözlər imiş. Qurbanı bu qədər fikrə gedən görüb Şəfiqə dedi: Qurban dayı, mən bilirəm sən nə üçün fikrə getdin. Ancaq sən məni necə tanımsan, elə də bil. Səni arxayın etmək üçün sənə sözün doğrusunu deyim. Heç bir şeyə ümidim gəlmədiyindən hörüklərimi kəsib satdım. Bu pul onun puludur, təmiz puldur. Bu sözləri eşidib qoca Qurban acı həqiqəti anladı və iki əli ilə üzünü tutub hönkür-hönkür ağladı və dedi: Allah, şahid ol bu zülmə, Allah sən rəhm qıl. Daha sonra Şəfiqəyə dedi ki, Şəfiqə xanım, sən də məni bağışla, mən günahlıyam. Haman gün axşam oldu. Qurban dayı ilə Şəfiqə oturub keçmişdən və gələcəkdən söhbət edirdilər. Balaca Əli isə bayaqdan yatmışdı. Bir qədər söhbətdən sonra Şəfiqə durub biraz soğan ilə çörək gətirdi və bunlar yedilər. Sonra Allaha şükür deyib ayrıldılar. Qoca Qurban öz otağına getdi. Şəfiqə isə qapını bağlayıb balasının yanına uzandı və yuxuladı. Cəlil ağa haman gecə gəlib bu şəhərinə çatdı. Bərk külək idi. Cəlil ağa istədi ki, düz Qurbanın evinə getsin, arvadı və oğlu ilə görüşsün. Sonra fikrini dəyişdi və dedi, yaxşısı budur ki, onların rahatlığını pozmayım. Sabah Allah qoysa gedərəm. Haman gecəni Cəlil ağa bir çörəkçi dükanında keçirdi. Çünki sabaha yaxın olduğundan çörəkçilər durmuşdular və çörək bişirirdilər. Şəhərdə Cəlil ağaya rast gələn adamlardan heç biri bunu tanımadı və tanımaq da olmazdı. Çünki əvvəl o qiyafəsini dəyişmişdi və sonra da gecə və gündüz piyada yol gəlməkdən rəngi qapqara qaralmışdı. Çörəkçilərdən birisi soruşdu ki, sən kimsən? Cəlil ağa cavab verdi ki, çovdardır, şəhərə mal gətirib. Sabahı gözləyirlər ki, malını satıb evinə getsin. Bunlar da bu sözə inandılar. Burada Cəlil bunlardan soruşdu ki, bu şəhərdə bir Cəlil ağa adlı böyük bir milyonçu var idi. O dururmu? Çörəkçilər cavab verdilər ki, Allah ona lənət eləsin. Bir qızın ardınca düşüb o qədər dövləti dağıtdı, baxtaladı, arvadını, övladını ac qoydu. İndi onlar qapı-qapı dilənirlər və özü də hələ gəlib çıxmayıb və yeri də məlum deyil. Ağıllı adam onun dostu Lütfəli bəy kimi olar. Cəlil ağanı axmaq görüb onun da dövlətini yığdı altına, indi keyf çəkir. Deyirlər ki, özü də Cəlil ağanın arvadına aşiq olub, onu almaq istəyir, ancaq arvad getməyir. Çörəkçinin o biri yoldaşı da dedi ki, qorxma, gedər, hələ bir fəqirliyin zəhərini görsün, sonra özü yalvaracaq. Sabah açıldı. Cəlil bu sözlərdən çox pozuldu. O istədi ki, gedib Lütfəlini öldürsün və sonra arvadını və balasını görüb girsin dustaqxanaya. Sonra dedi ki, yox, əvvəl görüşüm, sonra gedib onu öldürərəm. Cəlil ağa dükandan çıxıb düz Qurbanın evinə getdi. Cəlil ağa gəlib Qurbanın həyətinə girəndə gördü ki, həyətdə ayaqyalın, başı açıq bir uşaq oynayır. Cəlil ağa bunu görəcək çox diqqətlə ona baxdı, ancaq tanımadı. Ona görə də onun yanına gedib soruşdu ki, bala, sənin adın nədir? Cəlil ağa uşaqdan adım Əlidir cavabını aldıqda istədi onu qucaqlasın. Bu halda yerə yıxılıb ürəyi partladı. Uşaq evə yürüyüb anasına əhvalatı söylədi. Şəfiqə isə cəld durub həyətə çıxdı və Cəlili tanıyıb istədi ki, onu qalxızsın, gördü ki, ölüb. Qəşş edib onun üstünə yıxıldı. Bu halda Qurban gəlib çatmışdı və bunları belə görüb bilmədi ki, nə eləsin. Axırda qışqırıb qonşularını başına çağırdı. Qonşular yüyürüb gəldilər və Şəfiqənin qollarını boğub özünə gətirdilər. Və sonra Cəlil ağanı evə aparıb polisə məlum etdilər. Biraz zamandan sonra polislər təbib gətirdilər. Təbiblər baxıb dedilər ki, Cəlil ağanın ürəyi partlayıb ölüb və izin verdilər ki, onu dəfn eləsinlər. Şəfiqənin hörükləri satdığı pulundan 4 manat qalmışdı. Cəlil ağanın isə cibindən bir abbası pul çıxmışdı. Xülasə bu pullarla Cəlil ağanı dəfn elədilər. Sabahı gün qəzetlərdə haman əhvalat belə xəbər verilmişdi. Qabaqda məşhur milyonçu Cəlil ağa indi gəlib buraya çıxıbdır. Dünən səhər arvadının və uşağının yanına gedəndə həyatda oğlunu görüb, istəyibdir ki, onu qucaqlasın. Bu halda yerə yıxılıb ürəyi partlayıb ölüb.
Lütfəli bəy təzə yerindən durmuşdu və öz kabinetində oturub, qabağında çay, haman əhvalatı qəzetdə oxudu və qəzetini yerə atıb pərişan bir hala düşdü. Biraz fikrə gedib Lütfəli bəy dedi: "Bu gecə gördüyüm pis yuxu bu imiş." Lütfəli uzun müddət evdən çıxmadı və otaqda gəzişə-gəzişə fikir eləyirdi ki, indi nə qayırsın? Axırda belə qət elədi ki, Qurbanı yanına çağırıb Şəfiqəyə pul göndərsin və yenə bayaqki dəni təklif eləsin. Ona görə nökərini çağırıb dedi: "Ay gədə, gedərsən Qurbanın yanına, bilirsən harada olur?" "Bəli ağa, bilirəm." "Ona deyərsən ki, ağam səni çağırır və özünlə bərabər götürüb buraya gələrsən. Gözləyirəm, al bu da fayton pulu." deyib gədəsinə 1 manat pul verdi. Lütfəli bəyin nökəri gəlib Qurbana əhvalatı söylədi və dedi: "Səni gözləyir. Əyləş faytona, bərabər gedək." Qurban cavab verdi ki, gərək bir gedib Şəfiqə xanıma əhvalatı desin və əgər o izin versə gedər. Qurban gəlib əhvalatı Şəfiqəyə söylədi. "Xanım, buyur görüm gedim ya getməyim?" Şəfiqə isə cavab verdi ki, getmə, bizim onunla bir işimiz yoxdur və hər nə demək istəyir, qoy ürəyində qalsın. Qurban gəlib Lütfəli bəyin nökərinə dedi ki, Şəfiqə xanım izin verməyir, ona görə də o gedə bilməz. Nökər gəlib faytondan düşəndə Lütfəli bəy balkonda gəzirdi və bunu tək gələn görüb otağa getdi və öz-özünə dedi ki, yəqin Şəfiqə qoymayıb ki, qoy sözü var, özü gəlsin. Belədir ki, var və adın nədir Daşdəmir? Yumşalarsan, yumşalar deyib gəldi. İndi daha ağıllanıbdır. Nökər gəlib əhvalatı söyləyəndə Lütfəli dedi ki, söyləmə. Nə deyəcəksən bilirəm, get şoferə deyə avtomobil hazırlasın. Özü isə yığışmağa başladı. Yarım saatdan sonra Lütfəli bəy Şəfiqənin yanına getdi. Deyərlər ki, ilanın başı ağrıyanda yol üstə çıxar. Lütfəli bəyin də indi Şəfiqənin yanına getməsi lap eləcə oldu. Lütfəli Şəfiqənin yanına gəlib əvvəl salam verdi və dedi: "Şəfiqə xanım, məni bağışla, burada deyildim. Qeyri-şəhərə getmişdim. Yoxsa mən sənin yanına gələrdim. Bunlar boş sözlərdir. İndi də görüm nə üçün gəlmisən? Gəlmişəm ki, sənə kömək edəm. Mən səni çağırmamışam və kömək də tələb etməyirəm. Şəfiqə, gəl sən tərslik eləmə. Bircə dənə balana rəhmin gəlsin. Sən gəl." Bu sözləri Lütfəli başlayanda Şəfiqə bildi ki, dalı nə olacaq və nə deyəcək. Mizin üstündəki bıçağa baxdı. "Sən gəl, daşı tök ətəyindən. Mən deyən sözü qəbul elə. Özün də xoşbəxt ol, məni də xoşbəxt elə." Bu sözləri Lütfəli deyib qurtarmışdı ki, Şəfiqə bıçağı qapıb şikar üstə atılan pələng kimi Lütfəlinin üstünə yürüdü və bıçağı onun ürəyinə sancıb öldürdü və dedi: "Alçaq adama it ölümü yaraşır." Polislər əhvalatı bilən kimi gəlib Şəfiqəni tutdular və işin istintaqına başladılar. Şahid lazım olmadı, çünki Şəfiqə özü boynuna götürdü. Polis protokol yazıb Şəfiqə ilə bərabər müstəntiqə göndərdi. Şəfiqə burada da iş nəgunə olubsa söylədi və Lütfəlinin öldürüldüyünü boynuna götürdü. Əhvalat qəzetlərdə yazılmışdı və hər kəs oxuyub yaşasın Şəfiqə deyirdi. Şəhərdə olan vəkillərdən Cavad bəy əhvalatı bilən kimi gedib 1000 manata Şəfiqəni zaminə götürdü. Şahid lazım olmadığından bu işə tez vədə təyin etdi və Cavad bəy də bu işi pulsuz öz boynuna almışdı. Divan günü idi. Şəhər əhli yığılmışdı ki, görək Şəfiqənin işi necə olacaq. Hər kəs öz ürəyində onun qurtarmağına dua edirdi. Divan quruldu. Şəfiqə qəhrəmananə ətrafa baxırdı. Sudyalar Şəfiqədən soruşdular ki, özünü müqəssir bilirsənmi? Şəfiqə cavab verdi ki, xeyr, müqəssir deyiləm. Prokuror sözünü deyib qurtarandan sonra Cavad bəy belə bir nitq söylədi. Cənab sudyalar, müqabilimizdə oturan arvad ağıllı və dövlətli bir şəxsin halalıdır. Bunun və hətta kişisinin bu qədər bədbəxtliyinə səbəb ancaq onun gözəlliyi olubdur. Bunu görək biz müqəssir edək ki, nə üçün o belə gözəl yaranıb, qeyri-surətdə gərək bunu biz xilas edək. Bunun kişisi necə ki, hər kəsə məlumdur, çox gözəl əxlaqlı bir adam olub və öz ürəyinin təmizliyindən hər kəsi də özünə dost sanıb çörək verib. Haman adamlardan biri də bu ölən adamdır ki, ona Cəlil ağanın artıq sədaqəti və məhəbbəti var idi. Müsəlman aləmində bir adam ki, bir adama övrətini göstərir, demək olur ki, o adam həmən adamı özünə dost yox, bəlkə qardaş və ata kimi hesab edir. Cəlil ağa Lütfəli bəyi özünə eləcə bilib. Şəfiqəni ondan gizlətməyirdi. Halbuki Lütfəli bəy bu sədaqətin, bu məhəbbətin müqabilində elə bil dostun övrətinə təəşşüq edir və arzusuna çata bilmədiyindən var qüvvəsi ilə çalışır ki, onu yıxsın, arvadını əlindən alsın. Lütfəli bəy haman arvadı almaq üçün onun özünü də bu hala, bu zillətə salır. Baxınız cənab sudyalar, bu qadın başının saçlarını satıb,
Balasına çörək alıb. Zalım Lütfəli bunu bu həyatında rahat qoymayıb. Daim onun damarlarını, sinirlərini, beynini öz dəni təklifləri ilə qeyzləndirməkdə idi. Əlbəttə, bu da insandır. Bunun da ağlı başından çıxa bilər və çıxıb. Odur ki, bu özünü bilmədiyi bir hala gəlib. Bu qədər onun bədbəxtliyinə səbəb olan adamı öldürməyə məcbur olub və öldürüb. Cənab sudyalar, mən təvəqqə edirəm ki, Şəfiqəyə rəhm edib onu xilas edəsiniz. Çünki əgər ona rəhm olunmasa, onda onun bir dənə balasına baxan ya rəhm edən, necə ki görürsünüz, olmayıb və olmayacaq. Bir saatdan sonra sudyalar zala girib Şəfiqə bu işdən xilasdır qətnaməsini oxudular. Zalda olan cəmaat isə yaşasın haqq, qanun dedi. Cavad bəy haman gün bir qonaqlıq edib, şəhərin dövlətlilərini çağırıb, Şəfiqəyə 5000 manat da pul yığdı və sabahı gün özü aparıb ona verdi.